Asudə vaxtın səmərəli şəkildə təşkil olunmasından danışaq. Qonağımız pedaqoq, psixoloq Hüseyn Həsənovdur. Biz o həyatlarına müdaxilə eləməyə vərdiş eləyirik ta gəlib bu ixtisas seçiminə qədər. Sonra yoldaş seçiminə qədər, sonra uşaq dünyaya gətirmə müddət vaxtına qədər. Vaxtın səmərəli şəkildə təşkili üçün əsas olan məqam zənnimcə valideynin övladının maraqlarını tanımağıdır. Asudə vaxt məsələsində uşağın nəyə marağı var? Birinci uşağa vaxt vermək lazım ki, bir maraq dairəsi üçün bir şeylər eləsin, yoxlasın. Bizdə deyək buna marağı var, yoxsa yox? Və uşaqlar üçün də biz valideynlər o zamanın dəyərini bilirikmi? Onu doğru düzgün xərcləyə bilirikmi? Bir şeyi bacaran uşaq ikinci bir şeyi də bacarmağa cəhd eləyəcək. Valideynin də uşaqla birlikdə keçirdiyi vaxt ki var, oynadığı oyun olsun, söhbət eləmək olsun. Bunun da düşünürəm ki, dəyəri ölçülməzdir. Vaxtın yoxdur, yoxsa niyyətin yoxdur uşaqla vaxt keçirməyə. Uşağa gələndə necə gəldi davranır. Bu məsələnin önəmini anlamır ki, bu uşaqla vaxt keçirmək nə qədər önəmlidir. Uşağa telefon alan adam başqa falan şeyə pulum çatmır deməməlidir. Orada demək lazımdır ki, lütfən səmimi olaq, lütfən dürüst olaq. Necə eləyək ki, bizim uşaqlarımızın vaxtını bu texnoloji vasitələr, televizor, planşet, telefon və s. zəbt eləməsin. Deməli, bizim uşağın biraz özgüvəni zəif salır, orada biraz danışdırır, nə bilim, fəaliyyətlərdə aktiv olsun ki, özgüvəni formalaşsın. Asudə vaxt verməlisiniz, əziz valideynlər. Hər kəs salamlayıram. Smart Sağlam İnkişaf platformasının təşkilatçılığı ilə Valideyn Bələdçisi podkastını izləyirsiniz. Bugün istədik ki, hər birimiz üçün vacib məfhumlardan biri olan zamandan danışaq. Asudə vaxtın səmərəli şəkildə təşkil olunmasından danışaq. Çünki bu övladlarımız üçün də, bizim üçün də həqiqətən önəmlidir. Əlbəttə ki, qonağımızla birlikdə istəyirəm onu sizə təqdim edeyim. Qonağımız pedaqoq, psixoloq Hüseyn Həsənovdur. Hüseyn bəy, bir daha xoş gəlmisiniz. Xoş gördük Şəbnəm xanım. Hüseyn bəy, Xəlil Cibranın gözəl cümləsi var. Deyir ki, zaman həyatın ölçüsüdür və onu nəyə xərclədiyini sizin kim olduğunuzu göstərir. Və uşaqlar üçün də biz valideynlər o zamanın dəyərini bilirikmi? Ona qiymət verə bilirikmi? Onu doğru düzgün xərcləyə bilirikmi? Yəni onların o asudə vaxtını səmərəli şəkildə idarə eləyə bilirikmi? İstəyirəm sizlə bu mövzulardan danışaq. Söz gözəl bir söz imiş. Əslində niyə yaşayırıq, necə yaşayırıq, yaşayırıqmı, ən son ölüm döşəyində yaşadıqmı demək üçün yəqin ki, çox gözəl bir çıxış nöqtəsidir Xəlil Cibranın dediyi söz. Orada o deyir ki, vaxtınızı necə səmərəli istifadə edirsə yaşayırsınız öz həyatımıza. Bir də uşaqlarımızın vaxtını necə keçiriksə, uşaqlarımız da odur, o şəkildə yaşayır. Onlar bizə əmanətdir, belə deyək də. Onlar öz iradələri olmadan, öz qərarları olmadan dünyaya gəlirlər. Bizim vasitəmizlə, belə deyək, bizim vasitəmizlə dünyaya gəlirlər. Amma təəssüf ki, bizim yaşam şəklimizdə, bizim yanaşmalarımızla formalaşırlar. Bizim onlarla keçirəcəyimiz vaxtda onların ehtiyacı var, daha çox onların ehtiyacı var. Əlbəttə ki, bizim də ehtiyacımız var. O yaşadım demək üçün o yaşadığımın müəyyən çalarları, yəqin ki, fırçanın müəyyən rəngləri onlarla keçirdiyimiz vaxtdır. Bu bizim portretimizin daha rəngli olmasını təmin eləyərkən onların bəlkə də oksigenidir. Yəni bizim üçün bəlkə bir o rəng olmasa da olar, amma onlar üçün o bir oksigen də olmazsa olmazıdır. Ona görə onlarla keçirəcəyimiz ümumiyyətlə bir vaxt keçirməliyik bir kərə. Keçirəndən ondan sonra da ikincisi də o vaxtı necə keçirəcəyimiz onların necə formalaşmasına gətirib çıxarır. Yəni birbaşa onunla bağlı bir şeydir. Ona görə də həyati önəm daşıyır. Bəli, bu bizim onlarla keçirdiyimiz həminki vaxt, onlar üçün qurduğumuz o həmin mühit, onlar üçün bir dünyadır sanki. Bəli. Və bu asudə vaxtın səmərəli şəkildə təşkili üçün əsas olan məqam zənnimcə valideynin övladının maraqlarını tanımağıdır. Çünki buradan başlayır. Biz o maraqları tanıyırıq və ona uyğun şəkildə də bir plan qururuq. Əlbəttə ki, uşaq balaca olanda bu daha rahat olur, amma uşaq böyüdükcə şaxələnir, seçimlər də genişlənir. Valideyn bu maraqları necə kəşf eləsin, necə müəyyən eləsin, nələrə diqqət eləməlidir ki, onun üstündə də irəliləyə bilsin? Ümumiyyətlə, maraq dairəsi çox geniş bir şeydir. Hətta mən bu da 40 yaşındayım, soruşsaz ki, maraq dairəm mən yəqin ki, artıq formalaşdırmışam, amma yəni bu 40-na çatıb yaşlılarım var ki, hələ də maraq dairəsini bilmir, hələ də hobbim yoxdur deyə bilir. Bəli. Bu demək ki, biraz vaxt ayırmaqla bağlı bir şeydir. Siz demiş, kiçik yaşlardan uşaq onsuz da sadəcə oynayır. Ümumiyyətlə, insanın həyatını 3 dövrə bölürlər.
bu yanaşmadan belə fəaliyyət yanaşmasından desək, təhsil, oyun, təhsil, əmək. Yəni amma hər bir yaşda hər üçü var. Yəni mən 40 yaşındayam, bu gün də oyun oynayıram, bu gün də təhsil alıram, nəsə öyrənirəm və bu gün də əmək də qoyuram ortaya. Uşağın da əslində balaca ən körpə yaşlarında belə o həm deyək ki, oyun oynayır, həm orada nəsə öyrənir, təhsil alır, oyunlardan nəsə öyrənir, həm də bir əməkdir. Məsəl üçün deyək ki, oyuncaqlarını tökür, oyuncaqlarını yığır, bu da bir əməkdir. Bu kiçik yaşlarında zaten oynaya biləcəyi oyun sayı, oynayacağı oyuncaqlar bunlar deyək ki, bəllidir, amma yavaş-yavaş get-gedə uşaqlar oyuncaqları arasında da hansı oyuncağını daha çox seçir. Qız oğlanın da o belə deyək biolojik fərqdən dolayı hansısa seçimləri dəyişə bilər. Dəyişir. Hər nə qədər cinsiyyəti inkar edən bir kütlə gəlsə də yeni dövrdə təəssüf ki, amma qız-qızdır, oğlan-oğlandır. İstər-istəməz oyun formaları, oyun şəkilləri dəyişir, fərqlənir. Yaşı artdıqca burada uşağın oyun maraq dairəsinin formalaşması üçün ona vaxt ayırması lazım. Məsələn, deyək ki, bugün məktəbdən, kursdan, ev tapşırıqlarından ümumiyyətlə vaxt qalırmı o marağının formalaşmasına? Elə məncə o sualdan əvvəl bu soruşulmalıdır. Asudə vaxtda elə problemi burada başlayır. Ümumiyyətlə asudə vaxt mövzusunda məncə bir dənə sual olmalıdır. Bəlkə də bugün o vaxt varmı? Kifayət eləyirmi? Asudə vaxt verməlisiniz əziz valideynlər deyib məncə podkastı bitirsək də faydalı olar yəni. Ki o asudə vaxt olandan sonra uşaq o günkü oyuncaqları ilə, həyətə düşüb oynadıqları ilə yavaş-yavaş o marağı formalaşır. Sadəcə valideyn bir balaca iti baxması lazım ki, məsələn uşaq nəyə kənarın təsiri ilə maraq göstərir, nəyə həqiqətən özünün marağı var. Onu artıq oradakı uşağın üzərində vaxt keçirdiyi saat müddətindən biləcək. Yəni bir şeyin üzərində 3 saat vaxt keçirirsə uşaq sıxılmadan, demək ki, o sahəyə çox marağı var. Və orada biraz onu bəsləmək lazım. Valideyn diqqətlə izləsin. Sadəcə bir balaca, o dediyimiz hansı ki, valideynin uşağa vaxt ayırma məsələsi. Məsələn, mən öz oğlum üçün bilirəm ki, Legolara dəhşətli həvəsi var, kubik rubiklərə çox dəhşətli həvəsi var, saatlarla oturub onun üzərində işləyə bilir və rekord qırmağa çalışır, nə bilim, nə qədər vaxtda elədim. Artıq mən bilirəm ki, onun maraq dairəsi odur. Hal-hazırda məsəl üçün futbola gedir, amma mən bilirəm ki, futbol biraz kənar təsirdən maraq duyur. Çünki oğlan uşağıdır, ətrafındakı hamı futboldan danışır. Mən də deyirəm ki, gedir yəni, futbola gedir, ödəniş edirik, aylıq kursuna gedir, oynayır. Futbolçu olmaq kimi bir, nə onun hədəfi var, bəlkə də onun var, bir niyyəti var, istəyi var içində. İndi bu böyük ehtimal davam eləməyəcək, amma bilmirəm, mən ona müdaxilə eləmirəm. Yox, olmayacaqsan sən, boş ver futbolu. Düzdür, biz valideynlər onu tapana kimi, o niyyət həqiqətən olanı tapana kimi fərqli sahələrə yönləndiririk. Biz özümüz necə tapmışıqsa əgər, bunu soruşmaq lazım. Hətta insan, buraxın maraq dairəsini, hobbisini, oyunu və s. İnsan işini belə bir müddət sonra tapır. Yəni, başqa ixtisas oxuyursan, tibb oxuyub, proqramist olan insanlar var, nə bilim, maliyyə oxuyub, indi gedib təlimçi olan insanlar var. Hər cürə, hər fərqli sahədə. Mən özüm də müəllimlik oxumuşam, həm pedaqoqam, həm psixoloqam. İndi eyni zamanda turizmlə də məşğulam və bu işi də çox sevirəm. Yəni ki, ruhumu tapa bilirəm orada. Təbiət turizmindən gedir söhbət. Yəni ona görə o uşaq yoxlamadan tapa bilməz. Birincisi yoxlamaq üçün vaxt vermək lazımdır. Bu bizim belə bir şey də deyil, tam genetik bir şey də deyil. Deyim ki, mən falan şey marağım var. Böyük ehtimal uşağımda o olacaq. Bizim dəstəkləmək, bizə düşən borc dəstəkləməkdir. Uşaq bunu istəyirsə və yaşına uyğundursa, etik bir şeydirsə, legal bir şeydirsə ki, zaten uşağın istəyəcəyi şey o olar. Bu fəaliyyət anlamında deyirəm, hobbi anlamında siqaretə ya da bir başqa pis vərdişə də uşaq meyil göstərə bilər, sözsüz ki. Bizim onu dəstəkləməmiz lazım, hansı ki, doğru olan bir davranışsa və orada gözüm çıxdıya salmamaq lazımdır. Lora ifadəni desək, bax səni qoyuram ora, pul da xərcləyirəm, belə qaşın bir də qalxır da böyük ehtimal. Yemədim, yedizdirdim. Yedizdirdim, apardım, sən ora verdim, 2 ay sonra buraxdım, elə buraxa bilər uşaq. Orada biraz bir balaca nəyə görə buraxır? Məsəl üçün, oğlum Aikidoya gedirdi, 2 ay sonra dedi ki, getmək istəmirəm. Mən getmək istəməz, okey, tamam, getmək istəməyə bilərsən. Bəyənməyə bilər, istəməyə bilər uşaq da. Yəni, bizdə olur ki, aldığımız hər hansı bir əşyanı da 2 ay sonra bəyənməyə bilirik, kursu da və s. və s. Bizdə də olursa, uşaqda da ola bilər. Sadəcə maraqlı olan səbəbi nədir? Yəni, niyə getmək istəmirsən? Yəni, görək nə səbəb gətirir. Bunu çox vaxt araşdırmırlar valideynlər maraqla. Onu araşdırsaq, bəlkə də deyəcək, yox, sən davam eləməlisən, bir balaca orada qətiyyət qoymalı, yox. Bu səbəbdən bu buraxılmaz, sən buna davam eləməlisən. Ya da deyəcək ki, tamam, razılaşdım, oldu, yaxşı, saxlayaq, başqa şey yoxlayaq. Ona görə biraz bu məsələlər
Məsələn, hobbi siyahısı çıxarıla bilər. Mən bunu bir dəfə bir tədbirdə spiker idim. Orada Fuad Tağıyev var, özü də ekstrem idman növləri ilə məşğul olan birisidir. Instagram səhifəsi də var, izləyə bilər izləyicilər. Faydalı bir insandır, yəni ondan fayda götürmək olar onu izləməkdən. O dedi ki, bir səfərdəykən bir xarici vətəndaş bir xanımdan onu eşidib ki, 100 dənə hobbi yazıb xanım, bir-bir yoxlamağa başlayıb. Bunu elədim, yox bu mənlik deyil və sonra bir dənə siyahı çıxarıb. Ondan sonra mənim beynimə ilişdi ki, mən bunu eləməliyəm və övladım üçün də onu eləməliyəm. Yəni yavaş-yavaş başlamışam artıq o siyahını çıxarıb. Artıq özümkilər bəllidir, amma oğlumda siyahı çıxarıb mənim də yönləndirmək istədiyim bu olsa yaxşı olar. Amma məsələn Azərbaycanda mən həmişə zarafatla deyirəm ki, məndə statistika var ki, işim müəllimlik olduğu üçün qadın kollektivindən çox işləmişəm. Ölkədəki deyirəm ki, 90% qadın döylə 100% piyaninaya gedib, bu 90%-in 85%-i də döylə gedib. 7 il ağlaya-ağlaya piyaninaya gedib ölkəmizin 90% qadını. Belə bir statistika yoxdur. Mən sallayıram bu rəqəmi, amma yəni həqiqətən ətrafındakı 10 nəfərə soruşdum, siz getməmisiniz piyaninaya? Getmişəm. Amma nə yaxşı ki, mən məsələn 2 ildən sonra istəməmişdim, məni saxlamışlar. Bəli, saxlamışdılar. Siz bu 85%-ə girmirsiniz. Amma Hüseyn bəy, belə bir şey də var ki, mən bu gün deyirəm ki, görəsən düzmə eləmişəm. Bəlkə davam eləsəydim, bəlkə heç mənə gərək qulaq asmazdılar mənim valideynlərim. Belə düşüncələr də gəlir. Amma eyni zamanda da onlara da təşəkkür edirəm ki, mənim məsələn istəyimi həmin vaxt. Amma 2 il də az müddət deyil Şəbnəm xanım. 2 il sonra hələ də istəməmisinizsə, məncə onlar düz eləyiblər. Əziyyət çəkirdim. Bu gün ola bilər ki, insan istəyə bilər. Yəni dünyanın axırı deyil. Nə qaçırmısınız? Bu gün yenə də öyrənmək olar. Yəni bu gün yenə də öyrənə bilərsiniz. Bu gün özəlliklə bu fürsət daha çox, düzdür, vaxtımız daha azdır. Amma ən azından artıq hər tərəfdə kurs var. Onlayn piano kursu keçən insanlar var yəni. Ona görə Bakı kimi bir yerdə bunu hələ də eləyə bilərsən. Yəni dünya dağılmayıb, belə bir şey deyil. Amma 2 il sonunda məncə artıq valideynlərimiz yaxşı bir qərar veriblər. Ona görə bu asudə vaxt məsələsində uşağın nəyə marağı var? Birinci uşağa vaxt vermək lazım ki, bir maraq dairəsi üçün bir şeylər eləsin, yoxlasın. Bizdə deyək buna marağı var, yoxsa yox? Belə. Bəzən olur ki, valideynlər nəsə planlaşdırırlar uşaqlar üçün. Bayaq da dediyim kimi, kiçik yaşda bu çox rahat olur. Amma uşaqlar ki böyüyür və bu planlarla uşaqların seçimləri çaxnaşa bilir. Ziddiyyət təşkil eləyir. Yəni uşaq bir şey istəyir, valideyn başqa bir şey istəyir. Bu valideynlərə nə tövsiyə eləyək ki, yəni o balansı necə qorusunlar ki, uşaqda da qıcıq yaranmasın, uşaq da əziyyət çəkməsin. Burada elə sözün əsl mənasıyla balans lazımdır. İndi balans lazımdır, onu hamı bilir, bəs necə eləmək lazımdır. Bu biz ki o uşağın həyatını dizayn eləməyə başlayırıq balaca yaşdan. Biz geyindiririk, biz aparırıq ora-bura. Bəlli bir yaşdan sonra uşağın artıq məni formalaşmağa başlayır. Məsələn 3 yaşında falan uşaqlar artıq 3 ortalama bir rəqəmdir. 2 yaş yarım da ola bilər, 3 yaş yarım da ola bilər. Uşaqlar artıq cinsiyyətlərinin fərqinə varırlar. Yəni qızlar saç ilə oynayır, oğlanlar artıq yavaş-yavaş başlayırlar, nə bilim, ata kimi, kişi kimi davranmağa və s. Məsələn, o mənləri formalaşdığı anda artıq onlarla biraz onu soruşmaq lazımdır. Bunu istəyirsənmi, bunu necə eləyək və s. kimisindən. Biz o vərdiş vermək. Bəli. Biz o həyatlarına müdaxilə eləməyə vərdiş eləyirik ta gəlir bu ixtisas seçiminə qədər. Bəli. Sonra yoldaş seçiminə qədər, sonra uşaq dünyaya gətirmə müddət vaxtına qədər. Bu müdaxilə eləmə ora qədər gedir. Balansı necə olmalıdır? Biz bir şeylər təklif eləyə bilərik. Yəni mən də bugün üçün oğlumun yaxşı bir vətəndaş, yaxşı bir şəxsiyyət, xoşbəxt bir insan olmasını istəyirəm. Bəli. Gələcəkdə gözəl bir peşə sahibi olmasını istəyirəm. Gözəl bir eş, yoldaş seçməsini istəyirəm. Yəni yaxşı bir yerdə, yaxşı bir şəraitdə yaşasın istəyirəm. Bu istəməkdə bu yaxşı bir niyyətdir. Amma oğlum, əgər həkim olsan yaxşı olarsan, əgər mühəndis olsan yaxşı olarsan deyirəmsə, artıq həddimi aşıram deməkdir yəni. Bu məsələlərdə mən də pedaqoqam, psixoloqam, hər kəs pedaqoq, psixoloq olmaq zorunda deyil. Mən də mühəndis deyiləm, mən də həkim deyiləm. Məsələn, həkimlik eləmirəm. Uşağın bir xəstəlik olanda həkim aparıram. Nə bilim, hansısa bir təlim proqram lazımsa, mütəxəssisini aparıram. Demək ki, bu işlərdə də mütəxəssisə müraciət eləmək lazımdır. Valideyn bir yerdə həddini bilib dayanmalıdır ki, hə, bu məni aşar. Nə olsun ki, valideynə bir dənə sualdır. Mən bunu həqiqətən bilirəm bu sahəni? Yox, bilmirəm də. Mən nə bilim, işte həkiməm. Yəni uzman həkim ola bilər, cərrah ola bilər, sayılı cərrahlardan biri ola bilər, amma sən pedaqoq deyilsən. Çox önəmli şeylər bacarmış ola bilərsən, çox möhtəşəm imtahanlardan keçmiş ola bilərsən, amma sən hələ də psixoloq deyilsən. Yəni bu sahə, nə bilim, ixtisas seçimi mütəxəssisi deyilsən. Bu məsələlərdə məncə artıq valideyn işi ötürməlidir, işin peşəkarına. Sadəcə orada dinləmək, anlamağa çalışmaq, bu özü bunu hamı edə bilər. Təhsilli, təhsilsiz, o sahə, bu sahə, o iş, bu iş fərqi yoxdur. Bunu hamı edə bilər. Dinləmək və anlamağa çalışmaq, anlayamadığını, işin içərisindən çıxamadığını anladığı zaman mütəxəssisə müraciət etmək. Çünki
artıq bu ən qədər yaşanıb da bu misalları. Bizdən əvvəlki nəsil, bizdən sonraki nəsil, yəni işte valideynlərimi seçdi, belə oldum, valideynləri seçdim. Keçən dəfə mən 10-12 nəfər gəncin olduğu yerə düşərgələrlə bağlı seminar verməyə getdim. Dedim, adətdəndir, bir tanışlıq eləyək, bir tanışaq birimizi, nə siz, nə siz. Ən yaşca böyük olan magistr bitirmişdi, magistrda oxuyurdu falan belə idilər. Yəni 12 nəfərdən 9-u falan təxminən deyirəm, ixtisas seçimini səhv eləmişdi. Ailəm istəmişdi, müəllimlərim istəmişdi. O müəllimlərim istəmişdi daha belə bir bərbad bir mənzərədir. Balın buna çatacaq. Balın buna çatacaq. Bəziləri səhv ixtisasdan magistr da eləmişdi. Dedim ki, ya qardaş yaxşı, bakalavrı səhv seçmişlər, başqalarının günahıdır. Magistrda niyə elədin bunu? Yəni ora qədər o qarışma artıq nə bilim də bu baxırsan ki, indi onlar ixtisas seçimi axtarışındadılar. Yaş 24-25 gecikiblər mənasında demirəm. Məsələn, bugün insan ixtisasını necə tapır? Mənə soruşanlar, mən deyirəm ki, nə qədər tez yoxlamağa başlasaz, o qədər tez tapacaqsınız. Amma bu yoxlamaqla tapılır. Başqa cür tapılmır yəni. Demək ki, 30 yaşımda yoxlamağa başlasam və bu yoxlama 3-5 ilimi alacaqsa, 35-lərdə tapacam. Amma 20 yaşımda başlasam, 25-lərdə tapacam deməkdir. Yəni, nə qədər tez başlasam yoxlamağa, o qədər tez tapacam. Yəni, ona görə o uşaqlara da, əlbəttə ki, dəyərləndirmək lazımdır. Bir şey bilməmiz lazım ki, balans üçün bu çox vacibdir. Tərəzinin bir gözünə qoyacağımız şeylərdən birisi odur ki, məfhumlardan birisi odur ki, uşağın hər istədiyini eləmək də olmaz. Yəni, uşaq zaten doğruya qərar verə biləcək yaşda deyil. Bu uşaqdır çünki yaşı ona... Sərhədləri də bilməlidir. Yaşı da ona çatmır. Amma eyni zamanda biraz tərs olacaq. Mənim də yaşım böyükdür deyə mən də hər şey bilirəm demək deyil. Düzdür. Ona görə ortaya danışmaq lazım. Birinci danışmaq lazım. Yəni, ovucumuzdakı, ətəyimizdəki hər şeyi bir tökmək lazımdır ortaya. Ortaya məsələn, uşaq deyir, mən həkim olmaq istəyirəm. Niyə həkim olmaq istəyirsən? Nə mi, futbolçu olmaq istəyirəm. Niyə futbolçu olmaq istəyirsən? Ya, ola bilər də uşaq nədənsə təsirləmiş ol. Mən ən çox uşaqlara soruşuram ki, deyir ki, özdə belə bir çox da məşhur olmayan bir sahə, biokimyacı olmaq istəyirəm, deyir uşaq. Yəni, varmı sizin tanıdığınız biokimyacı? Mənim məsəl üçün yoxdur tanıdığım, bəlkə də yaddaşımı zorlasın, bəlkə kimsə çıxar. Soruşuram ki, hardan hara biokimyacı? Yəni, varmı belə bir tanışın, ondan mı təsirləndi falan? Sadəcə maraqlı soru. Deyir ki, yox, məsəl üçün, nə bilim, eşitdim yaxşıdır, nə bilim, videolarda görmüşəm və s. Yəni, bir balaca oradan başlayır, bəlkə də ilk sual ola bilər. Başlayıb bir balaca onu qıdıqlamaq lazım, görün bu hardan yaranıb bu maraq. Sonra da işin mütəxəssisi, bugün üçün var, testlər var, bununla bağlı, Enneagram testi var, nə bilim, MBTI testi var, xarakter testi, bunu böyüklər də eləyə bilər, hər kəs eləyə bilər o testi. Bu kimi ya da ixtisas mütəxəssisləri var, onlara müraciət eləmək olar ki, nəticədə aydınlaşdırırlar uşaqları. Aydınlaşdırırlar, bəli, belə. Çox maraqlıdır əslində. Demək ki, hər tərəfdən o uşağı inkişaf elətdirmək, ya göstərmək uşağa bu var, o seçimləri göstərmək ki, sonra ona uyğun şəkildə uşaq seçim eləyə bilsin. Məsələn, o hardansa biokimyanı görüb, eşidib. Görməyəcəksə, eşitməyəcəksə, ancaq həkimlik görürsə, ancaq müəllimlik görürsə, yəni qıt bir sahə olur. Bəli, dünya görüşü sanki. O mövzuda belə qaça-qaçla uşağımı bir dənə ixtisas seçimi, nə olub yəni, dünyanın axırı deyil də. Yəni 8-ci, 9-cu sinifdən başlayıb yavaş-yavaş onu eşitdirmə. Bugün üçün məsəl üçün ixtisas seçimi özəlliklə bu dövrdə artıq indi Azərbaycanda ixtisaslar fərqdə səhv eləmirəmsə 5 qrupdur hələ də. Birinci qrup, ikinci qrup mühəndislik, iqtisadiyyat, humanitar və s. Ya bu 11-ci sinifdə belə az qala seçə bilər. Amma ora qədər o alt zəmini hazırlamaq lazımdır. Məsələn bugün 12-13 yaşında bir uşaqdır deyək, yetişkin artıq formalaşmış bir uşaqdır. Bir ağıllı uşaqdırsa, onların valideynlərinə şey deyilir məsəl üçün. Nə var belə uşağa baxmağa? Mən deyirəm ki, həmin o adama, yəni burada deyə bilməyəcəyim qədər sərt deyirəm ki, onu deyirəm ağzının üstünə şapala vurmaq lazım o adamın ki, bu adamın əməyinə qarşı sayğısızlıqdır. O uşaq 12-13 yaşına qədər gəlib o şəkildə formalaşması üçün o ana seriala baxmayıb, uşağın əlinə telefon verməyib, uşaqla vaxt keçirib. Yəni evin işində görüb, o evində qayğısını çəkib, bir də onu uşağa da vaxt ayırıb ki, heç asan bir şey deyil. Həqiqətən də yəni ona görə o anaların cənnət anaların ayağı altındadır söhbəti. Bunu da deyəndə feministlərin xoşuna gəlmir, deyirlər ki, biz elə qaza gətirib qabağa verirsiniz, amma vallahi bunu bir atanın eləyə biləcəyi bir şey deyil. Mənim bir yaxın dostum var, Sərxan Rüstəmov. Bəli, tanıyıram. O deyir ki, biz 2 saat uşaq baxanda deyir, mən deyir, yoldaşım gələnə qədər uşaqlar ölməsin, yəni hədəfim odur. Yəni biz 2 saat, mən də 2 saat uşaq saxlayanda videoza çəkəməmə başlayır ki, mən özüm ideal ata kimi hiss edirəm. Yəni bu asan bir şey deyil. İndi düşün ki, o ana o uşağın 12-13 yaşına qədər
bu gün o uşağın disiplini varsa, planşeti qoy, indi kitab oxumağa başla deyəndə səssizcə qoyub belə başını divara vurmursa, o uşaq arxasında bir əmək var. Bu əməyi yox sayamazsın. Heç bu sayğısızlıqdır, bu hörmətsizlikdir, bu ədəbsizlikdir. Nə var belə uşağa baxmağa? Demək, bu uşağı elə ortaya atıb əlinə telefon vermək nə elə olmur. Ona görə də o əməyi sərf elədikdən sonra arxasını gətirərkən də sonrasında artıq keçir o mərhələsini, artıq müəyyən bir ixtisas sahəsi var ki, artıq ora ötürmək lazımdır ki, o şəkildə də davam eləsin. Gəldiyi kimi davam eləsin. Hüseyn bəy, bu asudə vaxtın düzgün şəkildə, səmərəli şəkildə təşkil olunması üçün uşaqlıqdan, yəni körpəlikdən siz demişdiniz, bayaq bir ifadə işlətdiniz, zəmin yaratmaq lazımdır. Əlbəttə ki, biz burada ancaq körpələrdən, balacalardan danışmırıq. Zaman elə bir məfhumdur ki, hər birimizə, hər yaş dövrünə aiddir və hər yaşın da öz ritmi var. Hər mərhələ biri digərindən fərqlidir. Yəni 5 yaşında uşağa maraqlı olan 10 yaşındakına maraqlı deyil, 10 yaşındakına maraqlı olan 15 yaşındakına maraqlı deyil. Və valideynlər bu yaş mərhələlərinə görə hansı məşğuliyyətlərə yönəltsinlər uşaqları? Məsələn, indi uşaqlar balacadır, sözsüz ki, valideyn istər-istəməz bir yönləndirmə eləyir. Nələrə diqqət eləməlidir? Hansı fəaliyyətlərə üstünlük vermək daha yaxşı olar? Əvvəl onu deyim ki, ünsiyyət qabiliyyətləri, ingilislər soft skills deyir. Bəli. Yumşaq bacarıqlar deyə Azərbaycancaya tərcümə olunub. Yumşaq bacarıqlar hər dövrdə çox vacib idi, amma bu dövrdə daha vacibdir. Tez-tez eşidirik bu ifadəni. Bəli, çox tez-tez eşidirik, amma belə bir əzbərdən olmaması lazım. Anlamamız lazım ki, bu niyə vacibdir? Yəni, hamı deyir bu soft skills. Nədir bu? Niyə lazımdır? Bu ünsiyyət bacarıqlarıdır, araşdırmacı, risk ala bilən. Bununla bağlı hər yerdə çalışan, bunu tövsiyə edeyim. İzləyicilər, IB məktəbləri var, International Bachelor deyə keçir. Azərbaycanda da var, mən də bir müddət işləmişəm. Orada IB Profiles deyə bir şey var. IB profilləri, hansı ki bir insana qazandırılmaq istənilən profillər. 10 dənə profil, məsələn, deyək ki, orada deyir ki, risk ala bilən, qayğıkeş, araşdırmacı, bilgili və s. verə gedib 10 dənə profildir. Bunu istəyərəm ki, valideynlər IB Profiles yazsalar Google-da, çıxar onu tərcümə edə bilərlər. Yəni, bir ideal insanda olması gərəkən xüsusiyyətlərdir. Yəni, o təhsil sistemi qurularkən, 2 günlük təlimin sonunda belə bir dəyirmi masada əyləşəndə mən Avstraliyalı mütəxəssisdən soruşmuşdum. Demişdim ki, mən təxmin edirəm ki, 1957-ci illərdə o IB sistemi qurulub. Dedim, məncə pedaqoqlar belə oturublar bizim kimi. Ortaya deyiblər ki, gəlin ideal insanın profilini yazaq. Hər kəs oturub yazıblar belə, beyin həmləsi ediblər. Və nəticədə bir siyahı çıxarıblar. Siyahı çıxarıblar, hə. Elə bir siyahıdır ki, Şəbnə xanım, yəni Qubanın Xınalıq kəndində də o insan ideal insan sayılar. Yəni Londonda da o insan, o profilə sahib insanlar ideal insan sayılar. Xınalıqda da onun əksini insanlar sevməyəcək. Londonda da əksini insanlar sevməyəcəklər. Yəni hər kəsə uyğun, hər bəşəri, hər cəmiyyətə uyğun bir profillər, insan profilidir. Və onu qazandıra deyiblər ki, bəs sorusu deyiblər ki, insanlar ən çox uzun müddət harda olurlar, biz onları yetişdirək. Burada məktəbdir. Yəni 11 il insan burada qalır. İndi 9 il, 11 illə belə qalırlar. Çalışaq ki, burada o şeyləri aşılayaq. Amma sadəcə ora deyil. İndi bax, asudə vaxt deyirik. Bunun bir ucu da cəmiyyətdir. Ümumiyyətlə, uşağa aşılanması gərəkən həmin o yumşaq bacarıqlar var. Bir də hard skills deyirlər. Onu da bilməm, buna sərt bacarıqlar mı deyilir? Texniki bacarıqlar, belə deyək. Kiçik yaşlarda olan uşaqların əl motorikaları inkişaf eləmədiyi üçün yaxşıdır ki, onlar nəsə düzsünlər, qoşsunlar, quraşdırsınlar. Əl-göz balansı da orada formalaşır. Yəni, o əl nəsə düzəltmək, kartondan, kağızdan, plastinləndir, bir şey. Orada plastinlə nəsə düzəldir, heyvanlarla tanış olur, ev əşyaları ilə tanış olur, əmək görür. Həm uşaq bir əmək, bayaq dedik, bax, başda oyun, təhsil və əmək. Uşaq orada oynayarkən həm oynayır, həm nəsə öyrənir, həm də əmək sərf edir. Yəni, öz əli ilə düzəldir. Və onun daha qədir-qiyməti çox olur, yüksək olur. Nəticəsi ona zövq verir. Zövq verir, bir şey bacardığını görür, özgüvən formalaşır. Yəni, bugün, məsələn, mən psixoloq kimi ən çox müraciət aldığım mövzulardan birisi, özəlliklə düşərgəyə gedərkən valideynlər qoluma girib çəkirlər sağı kənara ki, müəllim, bizim uşağın biraz özgüvəni zəif salır, orada biraz danışdırır, nə bilim, fəaliyyətlərdə aktiv olsun ki, özgüvəni formalaşsın. Mən deyirəm ki, bizim əlimizdə sehirli çubuq yoxdur. Bu 3 gündə, 5 gündə ola biləsi bir şey deyil, amma biz o mümbit şəraiti zaten yaradırıq. İçindəki əcdahanı çıxartsın deyə. İndi orada həm uşağın o bir şeylər düzəldərkən həm zövq alır, siz demiş, nəticənin işin sonunda, həm də o zövqdən əmələ gələn bir özgüvən olur. Bir şeyi bacaran uşaq
ikinci bir şeyi də bacarmağa cəhd eləyəcək. Bu əslində biz yetişkinlər üçün də keçərlidir. Mən bir şey yaxşı bacaranda deyirəm ki, bunu bacardım, qoydum kənara. Bunu bacarmışamsa, haydi bunu da yoxlayım, bəlkə bunu da bacararam. Bir yavaş-yavaş bir özgüvən formalaşır. İndi orada az yaşlılarda indi ümumiyyətlə onların abstrakt anlayışları yoxdur uşaqların. Məsəl üçün, nə bilim, sən ona desən ki, 5 dəqiqə oyna, sonra filan şey eləyəcək, o 5 dəqiqə anlayışı yoxdur. Bəli. Sən çox oynadın, bəsdir, ya da az oynadın, nə bilim, o anlayışlar uşaqlarda yoxdur ümumiyyətlə. Onu bilməmiz lazım. 10 yaşa qədər tam formalaşmır. Bunları nəzərə alıb daha çox əl oyunları, əl işləri, bunları eləmək daha yaxşı olar. Bu gün üçün en qədər material var. Biz bu dövrü danışırıq, elə bu dövrə. Yəni YouTube-da açsa, interaktiv oyunda Daycraft deyə keçir, do it yourself, by yourself. Belə bir şey var. Onu açsaz en qədər karton şeylər var və uşaq ondan zövq alır. Şəkil çəkə bilər. Orada məsələn şəkil çəkərkən valideynlər ona qarışmaması lazım ki, gülün rəngi belə olar, nə bilim, ağacın rəngi belə olar. Necə görürsə, bu boyda quş olmaz. Nə bacar, çəksin, şəkil çək. Bugün gül çəkəcək, bugün dağ çəkək, bugün nə istəsən onu çək. Ora qarışmadan, yəni o dünyasına, o xəyal dünyasına toxunmadan çəksin. Məsələ orada bir fəaliyyət eləməsidir. O həmin çəkdiyini divara asmaq olar, uşaq bir onuru olsun ki, vay be, mən elədiyim şey göz qabağına qoyuldu. Və bununla bərabər bunun yanında biraz daha yuxarı yaşlarda daha çox sosiallaşa biləcəkləri oyunlar ola bilər, fəaliyyətlər ola bilər. Həyata buraxa bilərik. İndi düzdür, həyata buraxmağın da çətinlikləri var bu dövrdə. İşte şərait ona uyğun deyil, maşındır, pis insanlardır, təhlükədir və s. Bunlar da qınayası deyil, haqlıq payı var, amma müəyyən qədər buraxmaqla bəzən uşaq gedib oğlan uşağı, üzr istəyirəm, söyüş də öyrənəcək yəni. Biz zaten onları steril bir mühitə saxlaya bilmərik. Bir kərə imkan yoxdur. İkincisi, yaxşı ki də imkan yoxdur. Çünki olsaydı əminəm ki, bizim cəmiyyətdə steril saxlayacaqdılar bəzi uşaqları. Və uşaq nə vaxtsa ayrılacaq da bizdən. Bəli. Yəni, həyatdır bu. Bir gün biz olmayacağıq. Bir gün ən yaxşı ehtimalla bunlar oxumağa gedəcəklər xaricə ya da nə bilim bir şəkildə bizdən ayrılacaqlar əskərliyə, evlənəcək və s. Ayrıldığı zaman, biz olmadığımız zaman nəsə eləyə bilmək, o steril olmayan mühitdə özlərini apara bilmələri üçün mütləq ki, o gedib gəlməsi lazım. Yaxşı olar ki, burada biraz daha məsələn kənardakı fəaliyyətlərə yönləndirmək olar. Büdcənin, maddi imkanın əl verdiyi müddətcə biraz kənara çıxıb, kənardakı kurslara, təlimlərə, düşərgələrə göndərmək olar. Amma park da bir o işə yaraya bilər. Yəni. Çünki bu kimi tövsiyələr eləyəndə valideynlərin ən çox dediyi şey olur ki, ona imkanımız yoxdur, maddi imkanımız yoxdur. Nədənsə hər şeyə tapılan o maddi imkan uşağın fəaliyyətinin inkişafında tapılmır. Çünki onu önəmsəmirik Şəbnəm xanım. Önəmsəsək mütləq ki taparıq. Bizim cəmiyyət qədər uşağın yetişməsində, formalaşmasında fədakar olan ikinci bir cəmiyyət yoxdur bəlkə də. Bir balaca az buçuq türklər demiş, gəzmişliyim var, görmüşlüyüm var, münasibətlərim, tanışlarım, həmkarlarım var, xaricilər. Yəni bizimki qədər fədakar deyil. Biz aşırı fədakarıq. İnandığımız şey uğruna baş verə biləcək, baş qoyacaq bir millətik. Amma demək ki ona inanmırıq yəni. O oyunun, o təlimin, o mühitin, uşağın inkişafındakı roluna inanmırıq. İnansaydıq, müəllim yanına 3 il, 2 il kursa, müəllimə, məktəbə tökdüyümüz pulların çox-çox azını, düşünün ki, məsəl üçün 2 il, 3 il hazırlığa göndərən valideyn deyirsən ki, 70 manatdır seans, get, mənə deyil, bu başqadır, kənarda iş, özümə də deyil. Orada 70 manata seans var da, ixtisasını boldur ki, 70 manat bağlıdır 1 saata. Ya sən 3 ildir pul tökmüsən də minlərcə manat. Bir 4 ildə təhsilə görə tökürsən bu pulu. 4 ildə gedəcək, yanlış ixtisasa 4 ildə pul tökəcəksən. Bir 70 manat da ver də, lap 170 manat olsun. Amma onu eləmək istəmir yəni. Uşağın şəxsiyyətinin formalaşmasını istəyir, amma başqa hər şeyə pul tapır, amma ona tapmır. Biraz bu, amma lap deyək ki, imkansız olsaydı doğruya pul xərcləyəcək, amma imkan olmayan insanlar var. Mən deyirəm ki, yəni parka gedib, səhər orada oturub, bir bazar günü, bir şənbə günü səhər yeməyi yemək üçün, vallahi bunun üçün ekstra bir pul lazım deyil. Yəni evdə yemək tapırsansa, gedib onu parkda ye. Piknik eləmək olar. Parkda yeyin. Hazırlamaq olar. Maşallah get-gedə parklarımız da artır. Yəni bir yol pulu verəcəksən, 1-2 manat eləyər avtobusla getsən. Yəni orada da səhər bir yeyəcəyin şey, evdə yeyəcəyin şey. Bir dənə adyalı səhər yerə, uşaq da otun üstünə otursun. Yəni o paltar batmaqla dünya dağılmayacaq. Yəni basit şeyləri biz o qədər böyüdürük. Yəni o bəhanələr bax. Yəni necə elm həll yolu tapacağına, 3 dənə həll yolu tapacağına 17 dənə bəhanə tapır ki, onu edə bilmərəm. Yəni onu sən də Superman deyilsən də, heç kəs də həyat qurtarıcı deyil. Yəni o 17 dənə bəhanə gətirən adamın əlindən uşağını alıb yetişdirəməsin. Çünki özü qala kimi dayanıb orada. O qapıları da sənə açmır.
Ya demək ki, o səbəblər gətirmədən yaş biraz böyüdükcə uşaqların biraz daha sosiallaşması. Çünki ünsiyyət qabiliyyəti lazımdır bu dövr üçün. Valideynləri ikna edəcək şey deyim. Yaxşı iş tapmaq üçün, yaxşı təhsil anlamında da bugünün dövrün tələbləri olan qabiliyyətləri də inkişaf eləmək üçün də komanda işi lazımdır və komanda işində də ünsiyyət qabiliyyəti lazımdır. Biz düşərgələrdə məsəl üçün görürük, deyək ki, nəslin ilk nəvəsidir, oğlan uşağıdır. Sanki elə bir, yəni oğlan uşağı olanda nə olur? Oğlan uşağıdır, nəslin də ilk nəvəsi. İki tərəfin ilk nəfəsi ümumiyyətlə kraldır da. Yəni ana tərəfində ilk nəvəsidir, ata tərəfində ilk nəvəsidir. Xüsusi vurğulanır. O uşaq düşərgəyə gəlir nə olur bilirsiniz? Düşərgədə gəlir, evdə gördüyü rəftarı istəyir. İstəyir ki, bunu istəyəndə o gəlsin, bunu vuranda o gəlsin. Uşaqlar da bizim kimi deyirlər, yəni kiçik yaşlı uşaqlar. Onlar nəyisə xoşlamayanda şart üzünə deyirlər ki, bəs da bezdirdin bizi yəni. Çünki orada da eyni rəftarı gözləyir uşaq. Orada o evdə gördüyü rəftarı çöldə görməyəndə aqressivləşir. O aqressivləşəndə ətrafındakı uşaqlar da ona aqressivləşir və təcrid olunmağa başlayır. Yəni evdəki yanlış bir yanaşma uşaq çöldə də ünsiyyət qura bilməyəcək və dolayısıyla da inkişaf edə bilməyəcək hala gətirib çıxarır. Yəni o adam artıq təkdir. Tək oturub oxumalıdır, tək oturub inkişaf eləməlidir, tək oturub özünü inkişaf elətdirməlidir və s. Amma komanda ilə olsa ki, bu dövr komandanı tələb edir, çox sürətli dəyişir. Tək başına sən o sürəti ayaqlaşa bilməzsən sürətlə və o komandanı işləyə bilmək üçün də ünsiyyət lazımdır. Çünki heç kəs gözünün yaşına baxmır. Heç kəs həyat sənin gözünün yaşına baxmır. O ki, o atıldın ki, professional həyata, heç kəs gözünün yaşına baxmır. Ya bu evin tək uşağıymış, ay nə bilim, bu oğlan uşağıymış, bu qız uşağıymış, heç kəs ona baxmır. Baxırlar mı? Baxmırlar yəni. Ona görə də valideynlər o uşaqların o formalaşan işte 10 yaşından yuxarı artıq yavaş-yavaş o kənara daha çox meyl eləməsi lazım. Amma 10 yaşa qədər də az deyil. Yəni 10 yaşa qədər bir göndərmək lazım, getsin nənəsi babası ilə qalsın, kənddə qalsın. O kənd torpaqda eşələnsin, üstü batsın, palçıq olsun. Çox qayğılanırıq, çox qorxuruq. Üzümü kameraya tutub deyirəm, ölməyəcək uşaqlar, qarşıda düşməyəcək. Biz də ölməmişik, xəstələnəcək, qoy xəstələnsin, bəzən immunitet qazanması üçün mikrobda lazımdır uşaqlar. Yəni, onsuz da bu dövrdə ölmək çətindir, yəni min dənə dərman var. Ona görə o biraz həmin o məsələni ciddiyə alsa, valideynlər, biz alsaq da, özümdə qatımdır, mən də valideynəm. Biz onun sosiallaşmaq baxımından sonra daha rahat olacaq. İmkan yaradacağıq ən azından. Özümüzü oradan çəksək, uşaq özü inkişaf edəcək. Bəzən də valideynin eləyəcəyi şey dayanmaqdır. Bəli. Yəni kənara çəkilsə uşaq inkişaf edəcək. İmkan vermir valideyn. Bu kənara çəkilsə çoxmu yıxdım sürüdüm valideynləri. Yaxşı ki, özüm də valideynəm. Yoxsa deyəcəklər sənə var iki danışırsan, amma yox, valideynlər düşünürəm ki, başa düşər. Hər birimiz valideynik. Bu kənara çəkilsək demişkən bizim Günel xanımla da podkastımız oldu və o da orada belə bir ifadə işlətmişdi ki, ümumiyyətlə uşaqlar üçün bir mühit yaradırıq. O imkanı yaradırıq və kənardan izləyirik. Yəni çox müdaxilə eləmirik, çox qarışmırıq, amma eyni zamanda da mən bu uşaqlarla oyunlardan söhbət edirəm. Eyni zamanda da valideynin də uşaqla birlikdə keçirdiyi vaxt ki var, oynadığı oyun olsun, söhbət eləmək olsun. Bunun da düşünürəm ki, dəyəri ölçülməzdir. Kəsinliklə. Ümumiyyətlə o valideyn bax o dayanacağı yeri, o sərhəddi necə müəyyən eləsin, nə dərəcədə iştirak eləyə bilər bütün bu oyunlarda və yaxud da qarışmasınmı? Məncə oyunda belə rol var da, düzdür. Bu da ki, biz sizlə domino oynasaq, nərdə oynasaq, iki nəfərlik oyunu bəli, komanda oyunlarında istənilən halda düzdür, iştirak olacaq. Yəni hər kəsin öz rolu var. Yəni mən nərdə oynayıramsa, zərri atmaq mənim növbəmsə mən atacağam yəni. Sonra zərri atandan sonra mən daşını oynayacağam ya da domino ya kart ya da nə bilim başqa zəka oyunları və s. ki, bunlar da hardasa zəka oyunları sayıla bilər, masaüstü oyunlar. Valideyn orada hər kəs öz rolu oynaması. Yəni mən qarşı tərəfin yerinə keçib zər atası deyiləm yəni. Yəni onun yerinə dominonun daşını mən qoyası deyiləm də. O səhv yerə qoyacaq. Qoy səhv yerə qoysun. Öyrənsin. Başda o müdaxilədə valideyn o sərhəddi özü də gərək gözləsin ki, uşağa da onu öyrədə bilsin. Öz rolunu bilsə və öz rolunun kənarına çıxmasa, bilməlidir ki, valideyn öz rolunun kənarına çıxsa, artıq uşağın ərazisinə girmiş olur, yəni sərhədlərinə girmiş olur. Hələ bizdə birinci o valideyn ora vaxt ayırmalıdır. Çox gözəl bir söz var bu vaxt ayırmaq ilə bağlı. Bizim də dostum Sərxanla bir podkastımız var. Arada sizin qədər düzənli olmasa da biz də çəkib bir şeylər paylaşmağa çalışırıq. Orada da uşaqla vaxt keçirməklə bağlı videomuzda gözəl bir cümlə ilə rastlaşmışdım mən o hazırlaşanda ora. Deyir ki, vaxtın yoxdur, yoxsa niyyətin yoxdur uşaqla keçirməyə, vaxt keçirməyə. Ən çox deyilən söz nədir? Vaxtım yoxdur. O deyir ki, vaxtın yoxdur, yoxsa niyyətin yoxdur. Çox gözəl bir sualdır. Niyyətin varsa vaxt tapırsan.
Vaxt tapanda da yəni nə oynayırsansa, yəni sən üzərinə düşən oyunu oynamalısan. O rolu oynamalısan, qarışmamalısan. Daha rahat olur, vaxtım yoxdur demək yəqin Bəli, ki, amma əslində düşünəndə həqiqətən də biz öncəliyi nəyə veririk, prioritet nədir? Onu əvvələ çəksək, onu yəqin ki, vaxtı da müəyyən eləyə bilərik. Sadəcə çətin olur bəzən. Hər şey fərqindəlikdir də. Məsələn, biz sağlamlığımıza nə qədər önəm veririk? Yəni yıxılmasaq getmirik də həkimə, düzdür, cəmiyyət olaraq. Bəli. Önəm versək gedərik. Məsələn, maşın alanda araşdırırıq, ev alanda araşdırırıq, pərdə alanda araşdırırıq. Qədər. Yəni 4 manatlıq şey alırsan, onu da araşdırırsan. Deyir ki, qardaş, bu 4 manatdır, bu 6 manatdır. Onu da araşdırırsan ki, bu niyə 4 manat, bu niyə 6 manatdır. O qədər ən ucuz şeyi belə araşdıraq. Qələm alırsan, qələminiz görünmür yadımız. Orada yazıb yoxlayırıq. 20 qəpikli, 40 qəpiklindən 1 manatlıq qələm, 5 manatlıq olsun. Onu da yoxlayırıq. Amma bir uşağa gələndə necə gəldi davranırıq yəni. Məsələnin önəmini anlamırıq ki, bu uşaqla vaxt keçmək nə qədər önəmlidir. Yəni dünyaya gətirmişik bu uşaqla soruşmadan, bu iradəsi olmadan, gəlib nə gözəl. Yəni soruşanda məsələn danışanda, məsəl üçün valideynlər deyir ki, müəllim, əsasda atalar deyir, mən uşaq üçün işləyirik də müəllim. Böyle bir səs tonunda dəyişir onda. Uşaq üçün işləyirik də müəllim. Amma uşağın xəbəri yoxdur bundan. Yəni uşaq səndən bir 10 dəqiqə daha vaxt keçirsə, əlavə vaxt keçirsə, ondan mutlu olacaq. Demək ki, bayaq deyir ki, bütün gün olsun. Çəkilişdən əvvəl də danışdıq, siz maarifləndirmə çox önəmlidir. Yəni məsələn o ata, bilmirəm o maarifləndirməni o maariflənəcəkmi? O yəni ata yaşına çatıb, yəni 30-35 yaşı var ki, uşaq üçün işləyirəm. Mən işləyir, işləsin. Mən biraz o mövzularda biraz sərt yanaşmam var ki, deyirəm bu yalandır. Yəni insan rahat-rahat deməlidir ki, və ayıb da bir şey deyil. Məsələn biz pul qazanmağı da ayıb, daha çox pul qazanmağı ayıblayan bir cəmiyyətik. Məsələn, mən desəm ki, mən çox pul qazanmaq istəyirəm, deyəcəklər ki, müəllim adamdır. Dediyi sözə bax, pedaqoqdur, özü də inkişafdan, ruhdan, mənəviyyatdan danışır. Eyni zamanda ki, çox pul qazanmaq istəyirəm. Abi, niyə istəməyim yəni? Amma bunu istəyərkən halal yolla, təbii ki, legal və halal yolla sözsüz ki, haqq yemədən, bunun adını elə qoymaq lazım. Mən desəm ki, mən Harley Davidson sürmək istəyirəm. Bu niyə ayıblansın ki? Mən filan maşını sürmək istəyirəm. Mən ikinci bir bağ evi istəyirəm, Şəbnəm xanım, dəniz mənzərəli. Bu ayıb bir şey deyil. Amma bunun ayıb olan odur ki, adını elə qoymaq ki, mən uşaq üçün işləyirik. Siz uşaqlıqdan o qədər deyirlər ki, pul əl çirkidir, pul əl çirkidir. Bunları eşidə-eşidə böyüyən cəmiyyətik. Adam da axşama gecə saat 12-yə qədər işləyəndə deyir ki, ulan buna nə ad qoyum ki, çox məsum olsun da, günahsız olsun, saf görünsün ki, uşaq üçün işləyirəm. Yəni sənin aldığın ikinci evdə, üçüncü maşında uşağın heç bir payı yoxdur. Yəni hə uşağa qoyacaqsan falan. Bıraq da 20 il sonrasını uşaq 20 dəqiqə vaxt keçirir ya. 20 il sonrasını düşünəcəyinə uşaqla 20 dəqiqə vaxt keçirir yəni. Uşaq ataya həsrətdir yəni. Anaya həsrətdir uşaq yəni. Özəlliklə atalar mövzusu. Yəni niyyət olanda vaxt tapılır. Vaxt tapdın, işte niyyət elədin, vaxt tapdın 15 dəqiqə, 20 dəqiqə, amma tam orada oldun da. Yəni qoydun telefonu qırağa. Çox üzr istəyirəm ifadəmə görə, amma o lənət olası telefonu qoydun qırağa, dünya dağılmayacaq da o saatda. Tam o 5-10 dəqiqəni sırf uşaqla. Uşaq da görür ki, sən oradasan. Ruhun da oradadır, gözün də oradadır, bədənin də oradadır, diqqətin, hər şeyin oradadır yəni. Telefonda deyil. Kim dünyada elə bir insan yoxdur ki, o 20 dəqiqə telefonu baxmasa, dünya dağılar. Yəni dünyada elə bir adam yoxdur. Yəni bəli. Nə iş prosesi olur olsun, onu biraz azca da olsa kənara qoymaq olar. Bu podkastı izləyəcək adamlar da o deyil yəni. 20 dəqiqə telefonu qırağa qoysa dünya dağılacaq. Yəni o telefon ən acil, ən təcil zəng, Allah eləməsin, bir qəza, bir xəstəlik, o da Allah uzaq eləsin. Olmasın ümumiyyətlə, olsa da ildən aydan bir dəfə olar da. O ana denk gəlməz ki, 365 gün var yəni. 20 dəqiqə orada olsa, zaten bu bir eləyəcəyi şey elədi. İkinci mərhələdə artıq birinci mərhələni aşdısa ki, əsası odur. İkinci mərhələdə öz obrazından, rolundan çıxmamaq. Nəyə qərar versə, şəkil çəkirsə, qoy o istədiyin çəksin, sən də istədiyin çək. Oyun oynursan, öz daşını, öz kartını, öz nəmləyini oynursan, o da özünkünü oynasın. Yəni bir xəyal qurursunuz, nağıl uydurursunuz, nağıl danışırsa, sən özünkünü danış, qoy özünkünü danışsın. Keçmə onun sərhədini. Zaten bu da bir fürsətdir, görüm onun şuur altında nə var, nədən danışır yəni. Bəli. Nə var onun təxəyyülündə, nə var onun təfəkküründə, nə qoyacaq ortaya? Bəlkə heç nə yoxdur, boşluq bəlkə doldurmaq lazımdır. Bəlkə kənardan öyrəndiyi, uşaq safiyanə, bilmədən zərərini, bilmədən bildiyi, öyrəndiyi şeylər var, onları deyəcək, sənə xəbər verəcək, hansısa bir təhlükədən sənə xəbər verəcək. Bıraq versin yəni orada.
Bəli, diqqətdən qaçırmamaq lazımdır Bəli. bunları. Bunun üçün də sadəcə izləmək lazımdır, müdaxilə eləmədən. Mən ona görə bəzən o rəngləmələr ki olur uşaqlar üçün sevmirəm onları heç. Bilirəm sevənlər də var, uşaqlar da var sevirlər bəlkə də, amma orada sırf bir tərəfdə özü rəngli Bəli. forması qoyulur ki, Orijinallığı uşaq da da, onu bəli. rəngləsin. Bəli. O versiyanı sevmirəm. Maraqlı. Onsuz olsun. Nə Uşaq istəyir necə rəngləsin. istəyir o şəkildə Bəli. rəngləsin. Yəni mənə deməsin o şəkil ki, hə, bu səma mavidir. Bəli. Bu günəş sarıdır və s. və ilə axır. Belə bir onunla bağlı bir şey anlatılır. Deyir ki, bir uşaq bir gün bağçaya gedir. Şəkil çəkəcəklər. 2-3 yaşlarında bir uşaq. Müəllimə deyir, uşaqlar bugün gül çəkəcəyik. Uşaq da götürüb çəkməyə başlayır. Gövdəni eləyir qırmızı, ləçək eləyir sarı, gülü eləyir, nə bilim, yaşıl belə. Müəllimə gəlir ki, belə olmaz axı. Deyir, bəs necə? Deyir ki, bu yaşıl olmalıdır, bu qırmızı olmalıdır və s. Nəysə, sonra uşağın bağçasını dəyişirlər. Müəllimə burada deyir ki, bugün gül çəkəcəyik. Uşaq əlini qaldırır. Müəllimə, onlar istədiyimiz kimi çəkək. Deyir ki, bəli, onlar təbii ki. Sonra müəllimə gəlir görür, nə görsə yaxşı. Gövdəni yaşıl, qırmızı, gülü qırmızı, o müəllimənin ona öyrətdiyi kimi. Onlar istədiyimiz kimi çəkək dediyi şey. Artıq sanki istədiyi oymuş kimi. Yəni o yaşda siz demiş, günəşi qırmızı da bilsə olar yəni. Bəli. Biz öyrəşmişdik, bəzi gimnaziyalar var, liselər var Azərbaycanda. Ora uşaqları qoymaq üçün 5 yaşından uşaqlar hazırlaşmağa başlayır. Aylıq xərci də 500-600 manatdır. Kifayət qədər də maddi məvacib tələb eləyir. Və uşaqlar orada da ləçəkdən tutmuş, böcəkdən tutmuş, nə bilim, qalaksiyaya qədər hər şey əzbərləyir. 5 yaşında uşaq. Şəbnəm xanım. İngilislər demiş, can you imagine? Təsəvvür edə bilirsiniz yəni. 5 yaşında uşaq oyun oynaması lazım, quma bulanması lazım, başından təpəsinə, dırnağına qədər. O qədər əzbər, məlumat, o qədər yük nəyə lazım bu beyin üçün? Yəni bu dəqiqə bizə say desələr, saya bilməyəcək böyük ehtimal belə qalaksinin hamısını yəni. Amma mən yaxşı bir müəllim olduğumu düşünürəm yəni, ya da yaxşı müəllim olmağa çalışan birisiyəm. Galaksini əzbərdən bilmirəm amma. Ləçəklərin adını bilmirəm, nə bilim, böcəkləri bilmirəm. Yəni bu uşaq yazıqdır, günahdır ya. 5 yaşında uşaq. Məktəbə qədərlər məsələn, yəni mən təhsil adamıyam, yəni əlimdə fürsət olsa ilk ortadan qaldıracağım şey olardı yəni. Məktəbə qədər təhsil yəni. Belə bir saçmalıq ola bilərmi? Yəni uşaq məktəbə gedəndə artıq oxumağı bilir. Yəni oxumaq üçün məktəbə gedir də, oxumağı öyrənmək üçün gedir. Ya da onun o forması dəyişdirilsin. Yəni məktəbə qədər oynayaraq. Məktəbə qədər kaş oyun məcbur olsaydı. Erkən inkişaf kimi. Məktəbə qədər desəklər ki, bundan sonra biz məktəbləri alanda yoxlayacağıq, görün bu uşaq bu 10 dənə oyunu oynayıb məsəl üçün, nə bilim, gizlənpaç oynayıbmı, nə bilim, falan oyunu, top oynayıb, 7 düşəni oynayıbmı? Bunu yoxlayacağıq deyib. Belə eləsələr bizim valideynlərimizə o lazım, bizim cəmiyyətin valideyninə o lazım. Yoxlayacağıq bax. Bu uşaq 10 dənə oyunda valideyn özü tələb edir ki, uşaq riyaziyyat bilsin, hərf bilsin, rəqəm bilsin 3 yaşından. Və bu belə bir tələb olsa o 10 oyunda olimpiya çempionu olar bizim uşaqlarımız. Valideynlərimiz elə düşünür. Müəllimizə tutarlar ya oyunlar üçün, 7 uşağı oynatmaq üçün. Ya orada da abartarlar. Düz elə bir ki, bowling çempionatı kimi 7 uşağı oynadarlar. Amma yəni o 5 yaşındakı uşaqdan tələb olunan şeylər uşağın uşaqlığı getdi. Yəni 5 yaşında uşaq düşün ki, müəllim yanına. 5 yaşında uşaq müəllim yanına gedir ya. Saatlar onu dərs keçir, gəlib evdə tapşırıq edir. Sonra deyir ki, bu uşaq içinə qapanıq deməli. Nəsə biraz bitər uşaqdır. Yəni dərsə sevmir, maraq göstərir. Hələ birtəhər uşaqdırsa, yəni yaxşıdır yəni. Bəli. O maraq, həvəsin soyumağının da səbəbi elə bu olur ki, sonra uşaq dərslərə də maraq göstərir. Çünki artıq yorulur. Ya orada çünki psixoloji suallar sorur. Deyir ki, böyük bir dənə gəmi küçədə gəlsə, onu necə saxlayarsan? Görürsən ki, küçədəsən, böyük bir gəmi gəlir, hər şeydə yıxa-yıxa gəlir, maşınlar əzə-əzə gəlir, necə saxlayarsan? Bu sualın bir dənə doğru cavabı var, onlara görə. Uşağın birisi deyir ki, məsələn, nə bilim, altına daş qoyaram, birisi deyir ki, pannoşka verərəm, nə bilim, birisi deyir ki, itəliyərəm. Abi, uşaqdır bu ya, 5 yaşında uşaq deyən. Zaten bayaq ən başda dedim, psixologiya elmi deyir ki, uşağın abstraktdan anlamadığı yaş deyən, abstrakt anlayışı yoxdur. Yəni uşaq, o boyda gəmi gəlirsə, bunun nə bilim 300 tondur yəqin ki, gəmi. Gözləmirsən yəqin, bir zəhmət bunu gözləmə. O bir dənə daşla da saxlaya biləcəyini, nə bilim, əllə də saxlaya biləcəyini düşünə bilər. Cizgi filmində gördüyü hansısa bir xarakter. Spider-Man'i çağıraram, nə bilim, Superman-i çağıraram da deyə bilər. Normal olan budur, uşağın cavabları normal odur. O övladınız düzgün cavab vermədi Şəbnəm xanım. Məktəbə qəbul edə bilmir. Psixolojik cəhətdən məktəbimizə uyğun deyil. Məktəbiniz batsın. Yəni 5 yaşında uşağın bu cavabını siz məktəbinizə uyğun görmürsə, inciməyin. Sizin məktəbiniz mənim övladıma uyğun deməlidir, valideyn. Uyğun deyil deməlidir yəni. Yəni bu 5 yaşında uşaqdan bunu gözləyən bir mütəxəssis
bayaq düz dedik ki, O mütəxəssislərə. mütəxəssisin də var bir 30-40 yaşı. Yəni uşaqdan da eyni cavabı gözləyir. Ona Yəni inanıb. uşağı özü ilə müqayisə edir. Ona böyüklər. inanır. Düşünür bilirsiniz, ona inanır. O adam, o yetişkin, dırnaq arasında yetişkin və mütəxəssis, yəni dırnaq arasında, gənclər demişkən, dırnaq arasında ona inanıb ki, bu sualın bir dənə cavabı olmalı və 5 yaşında uşağın məntiqi onu çözməlidir. Yəni 5 yaşındakı uşaqdan sən oyun soruşa bilərsən. Yəni ağaca necə dırmaşarsan, nə bilim, qumda nə oynamaq olar, belə şeylər soruşur. Yəni. Problem də burada başlayır ki, bunu valideynlər də bunun üçün uşağı hazırlaşdırırlar. Valideyn də düşünür ki, belə olmalıdır. Belə olsa deməli uşaq bu qədər ağıllıdır və s. və onun üçün uşağı hazırlaşdırırlar. Aylarla hazırlaşdırırlar ki, uşaq orada o psixoloji testdən və yaxud digər testlərdən keçə bilsin. Sonra o uşaq 11-12 yaşına çatanda aqressivləşəndə həmin o valideyn mənim uşağım niyə aqressivdir ki? Hər şey elədim bu uşağa. Zaten problem də hər şey eləməndir, yəni. Sənin istədiyin hər şey elədin, yəni. Eləmən gərəkən yox, yəni. Sənin istədiyin hər şey elədin. Bir də o dövrün oyunları, o tuzaqları, nə bilim o tələlərinə düşdün. Onların dediyini də elədin ki, onların dediyi də eləmən gərəkən şeylər deyildi. Yəni eləməmən gərəkən hər şey elədin. Nəticədə budur. Axırda da bu olur, yəni. Ona görə valideyn nəyi düşünməlidir? Bəs yazıq valideyn neynəsin? Onun dediyini eləməsin, bunun dediyini eləməsin, neynəsin? Birinci qoymalıdır qabağına ki... Məlumat çoxdur, bugün məlumat çoxdur, həqiqətən çoxdur. onun süzgəc lazımdır. Qabağına qoymalıdır ki, mən bu övladım var da, bax, qızım var, oğlum var, Allah saxlasın. Yəni, mən axırda nə istəyirəm? Nihai hədəfim nədir bu uşaq üçün? Hamımız, övladımız ilk halımıza yəni, xoşbəxt olsun, onu istəyir. Yəni, üzümüzdə də bir gülücük əmələ gəlir. Ki, xoşbəxt olması üçün nə olması lazım? Özümüzə sorursaq, mən necə xoşbəxt olmuşam ya da niyə xoşbəxt olmamışam? Məsələn, mən əgər xoşbəxtəmsə, deyəcəm ki, mən necə xoşbəxt oldum. Xoşbəxt deyiləmsə, mən deyəcəm ki, mən necə xoşbəxt olmadım. Bitdi. Demək ki, hər kəsdə bunun cavabı var. Xoşbəxt olsan da cavab var, olmasan da cavab var. Daha nə istəyirsən? Yəni, mənbə, cavab buradadır da. Mən deyə bilərəm ki, ayda, mən eləyə bilmək istədiyim şeylər eləmədim. 40 yaşıma çatmışam, hələ də velosiped sürə bilmirəm. Hələ də piyanına əlimi dəyməmişəm ora. Hələ də işimdə qalıb. Abi, get o zaman piyanino çal, yəni. Mən uşaq vaxtı filan şey eləmək istəmişdim, edə bilməmişdim. Uşağım da filan şey eləmək istəyir, imkan vermirəm. Mən bir layihə ilə bağlı olimpiyaçı uşaqlara ingilis dərs keçirdim, 7-ci siniflərə. Uşaqlara soruşuram, necəsiz falan belə. Deyirəm, necəsiz? Yaxşıyıq. Deyirəm, necəsiz? Yaxşıyıq. 3 dəfə soruşuram belə. Bir soru deyir ki, müəllim deyir, demək istəyir ki, mən də soruşuram. Deyirəm ki, yox, sizin umurunuzda olmasın mənim necə olub, sizin nəyiniz alınız, mən necə. Mən sizə soruşuram. Deyirəm ki, bəs 3 dəfə soruş. Deyirəm ki, hələ də mənə düzgün cavab verməmişdir. Necəsiz? Müəllim, pisik, yorğunuq. Dedim, bax, indi oldu. Deyirəm, niyə yorğunsuz? Çünki üzlərin qaşı gözü əydi uşağın. Deyir ki, müəllim, bax, dərsdən çıxmışıq, hazırlığa getmişik. Hazırlıqdan da çıxmışıq, bura gəlmişik. Bəziləri o şəkildədir, səhər gün orta oxuyanlar. Bəziləri deyir ki, müəllim, dərsdən çıxmışam, bura gəlmişəm. Buradan da çıxıb hazırlığa gedəcəm. Oradan çıxıb evə gedəcəm, yemək yeyəcəm, əynimi dəyişəcəm, oturub sabahın ev taşıqlarını eləyəcəm, saat 11-də də yatacam. Bəli, bitdi. Sonra deyəcək ki, sonra məsələn deyir ki, bu uşaq 7-də oxuyur da bu uşaq, 5 fəndən gedir hazırlığa. Niyə BSG-si var? Niyə buraxılış imtahanına hazırlaşır? Tamam, bunlar da önəmlidir, mən başa düşürəm. Amma ya 5-dən də getməsin, 3-dən getsin, 2-sindən getsin, 1-dən getsin. Yəni, buraxılışda tamam 5 fən yoxdur, amma valideyn istəyir ki, BSG-lər də yaxşı olsun. KSG üçün, BSG üçün hazırlığa. Çünki valideyn bir də gözünü yumub, yəni neyniyim, uşağım və valideynim dərsləri yaxşı olsun. Dayanmaq lazımdır, yəni biraz biz dayanmırıq. Məsələn, mən küçəyə çıxıram, görürəm ki, hamı qaçır. Mən də qaçıram. Bax, tam vizuallaşdırsaq, bizim halımız budur. Mən belə çıxıram evdən, halbuki mən o tərəfə getməliyim, iş yerim oradaydı, yəni. Görürüm, hamı o tərəfə qaçır, mən də qaçıram. Qaçıram, yorulmuşam, tərləmişəm. Bir dənə yanımdakini soruşum, qardaş, hara qaçırsınız? Mən də qaçıram. Onların üzündəki ifadələrdən bilirəm ki, nəsə yaxşı şeyə doğru gedirlər. Ya da onlara görə elə gəlir ki, elə bir ki, yaxşı. Mən dedim ki, yaxşı şey var da, yəqin ki. Bir dayan ya, bir dayan. Dayanıb soruşmam lazım ki, mən bu uşaq üçün nə istəyirəm, nə olsun istəyirəm. O zaman bax, formalaşacaq. Uşağa asudə vaxt vermək. Asudə vaxtına yoldaşlıq eləmək. Asudə o vaxtına yoldaşlıq eləyərkən tam orada olmaq. Hazırlığa da göndərmək, akademik uğrundan da məşğul olmaq. Amma bunlar hamısı qədərində. Uşaqların qrafiki indi böyüklərinkindən də sıxdır da. Siz özünüz də dediniz, dərslərdir, hazırlıqdır, məşğələdir. İndi hələ vaxt qalırsa, fiziki olaraq fəaliyyətlər, idman, oyun filan. Bunları
Bəs necə eləməli ki, o Mən balans, tarazlıq pozulmasın heç oğlum olmasa. 6-da oxuyur Şəbnəm xanım. Əllərini üzərinə öpər, türklər demiş. Gözəl ifadə, sevirəm ifadəni. Sağ olsun. Məktəbə gedir, gəlir evdə yarım saatda, 1 saatda ev tapşırığını eləyir. 1 saat sonra mən ona demirəm ki, 1 saatda ev tapşırığı bitər. Halbuki mənə o uşaqlar deyir ki, 3 saat çəkir ev tapşırığımız. Və mən hətta oğluma deyirəm ki, oğlum, nə qədər sürətli eləyə bilsən, o qədər sürətli elə. Yəni boş vaxtın çox qalsın. Yəni yola veri anlasa onu deyəcəm ki, yola ver. Bax mən müəlliməm. 40 yaşım var. Bugün bu podkastda danışıram, bu paylaşılacaq. Həm də psixoloqam. Və mən bunu deyirəm ki, övladıma o sözü demirəm, amma deyirəm ki, bacardığın qədər tez elə. Çalışıram ki, yəni pratik olmağa çalış. Rahat və sürətli yolunu tap. Çünki o onu bir dayanandan sonra kartondan düzəltdiyi şeylərdən daha çox şey öyrənir Şəbnəm xanım. Daha çox xoşbəxt olur. Bəli. Mən ondan yarım saat desəm ki, mən hər gün ondan 1 saat övladımla oynayıram, mən burada yalan danışmış olaram. 2 saat oynadığım vaxtlar da olur. Mən ortalamasını deyirəm. Yarım saat 40 dəqiqədən, belə həqiqətən də 40 dəqiqədən aşağısı olmur. Yəni 1 saatdan da bəlkə də aşağı. Amma 2 saat oynamıram. Amma uşağın da özünün tək başına keçirməsi gərəkən vaxt var. Tək uşaqdır evin, tək uşağıdır. Yəni bacısı, qardaşı olsa deyək ki, onlarla dalaşar, güləşər, oynaşar və s. Təkdir. Bəzən həm uşaqlar gəlir, bəzən həyətə düşür və s. Amma özünün də tək keçirdiyi vaxt olmalıdır. Bərabər də elədiyimiz vaxtlar olur. Amma mən görürəm ki, o elədiyi kartondan düzəltdiyi, kartondan VR eynək düzəldib məsəl üçün. Onu 2 dənə, nə bilim, şüşənin o da plastik şüşələr kəsib, arasına su töküb, yapışdırıb, mərcək düzəltməyə çalışıb. Yəni onu düzəltməyə çalışarkən elədiyi işlər onu o 3 saat elədiyi tapşırıqdan daha çox inkişaf elətdirir və eyni zamanda, yəni əsas şok xəbər, dərslərdə çox yaxşıdır. Mən valideyn iclasına gedəndə aldığım şey odur ki, ev tapşırıqlarına hazır gəlir. 1 saatda 40 dəqiqədə yola verdiyi ev tapşırığı. Yəni hazır gəlir, yəni dərslərə hazırlıq gəlir. Hamısı 5-mi deyil, 4-5, 4-5 belədir. Bəli. Kifayət eləyir. Jack Ma var, bu AliExpress-in sahibi. Onun bir yerdə deyir ki, oğluma dedim ki, oğlum, sinifin ilk 3-ündən biri olmağına ehtiyac yoxdur. Amma son 3-də olma. Ortalarda olsan yetər. Çünki sadəcə ortalarda olan insanların dərsdən başqa nəsə eləyə biləcək vaxtı qalır. Möhtəşəm bir balansdır. Mən o sözdən çox təsirlənmişdim. Demirəm Jack Ma'nın o sözünə görə, fərqi yox, lap o Jack Ma'nın sözünə görə ola bilər, Əhmədin sözünə görə ola bilər, Məmmədin sözünə görə, kimin sözünə olsun, önəmli deyil. Bugün mən aşağı yuxarı onu sinifin birincisi deyil oğlum, ingiliscində sinifdə ən yaxşıdır bəlkə də, amma mən hələ bir yarışım yoxdur. Hamını keçdin, birinci oldun, afərin. Bir dəfə belə deməmişəm, ingilis müəllimiyəm, ingilis mərkəzim var. Bir dəfə də onu o yarışın içinə soxmamışam. Amma deyirəm ki, ingilisin yaxşı olmalıdır, riyaziyyətin yaxşı olmalıdır. Çünki düşünürəm ki, gələcəkdə, xaricdə təhsil üçün bu 2 fən çox vacib, ingilis və riyaziyyət. Amma heç kəslə yarışdırmamışam. Bax, 1 saatı keçmir ev tapşırığı. Bəzən gəlir, kömək istəyir. Məsəl üçün cümləni başa düşməyib, riyaziyyəti nəyisə başa düşməyib, başa salıram, gedir. Özü soruşuram ki, başa növbəti misallar özünü elə və s. 1 saatı keçmir bu uşağın şey. Və məktəbdə də kifayət qədər uğurlu bir uşaqdır. Birinci deyil. Çünki elə bir dərdi yoxdur. Çünki mən də ona elə bir dərd, elə bir vəzifə yükləməmişəm. Eyni zamanda da evdə oynamağa kifayət qədər vaxt var. Həyətdə də düşür, evdə də oynayır. Həftə sonu harasa da gedirik. Bacardığımız qədər aparırıq hikingə, ora, bura, parka ya da nə bilim hansı fəaliyyətə. Yəni eləmək istəyəndə olur. Çünki mən onu önəmsəyirəm. Mən istəmirəm ki, övladım səhər axşam dərs oxuyan, sinifdə hamı ilə yarışan bir adam olsun, onu istəmirəm. Çünki bilirəm ki, o sabah gedib başqa yerdə də yarışacaq və uduzduğu zaman ki, uduza bilər, uduzacaq. Bəli, səhv də eləyəcək, büdürəyəcək də. Keçən dəfə bir idmançıdır, dünyaca məşhur. Dedim, mən hesabladım, tenisçi idi desə, dedi, 54% atışım uğurlu olub. Yəni dedi, 46% mənim uğursuz atışım olub. Yəni xatırlamıram idman tenisçi idi, yoxsa nə idisə, başqa idman, dünyaca məşhur bir idmançı idi yəni. Yəni adam 46% uğursuz olub. Yəni böyük bir rəqəmdir bu. Amma dünyanın ən yaxşılarındandır eyni zamanda. Demək ki, ondan da olur. Yəni mən ona görə övladıma o yarış atı kimi istifadə etmək istəmirəm. Yəni mənim eqomda uşağın orada yarışmağı, bizim. Teomandan soruşurlar, niyə sən bu qədər dərdli mahnılar yazırsan? Yəni çoxmu pis keçib uşaqlığın? Axı deyir, anan aparıcıdır ki, anan sənin bütün sertifikatların, medalların, aldığın ödüllərini saxlayır. Deyir ki, o anama lazımdır çünki. Mənə yox. Anama özü üçün lazımdır. Yəni oğlumun bax bu ödülləri var demək üçün lazımdır.
Mənə olan qayğısından, sevgisindən deyil. Ona görə bunları ayırd etmək lazım. Yenə başda dediyim kimi toparlayası olsam, uşağı qabağına qoymalıdır valideyn. Mən bu uşaqdan nə olsun istəyirəm? Necə olsun istəyirəm axırda? Xoşbəxt olsun istəyirəm. Ona uyğun şəkildə vaxtı. Bəli, elədiklərim onu xoşbəxt eləyirmi? Məni eləmişdimi? Yoldaşımı eləmişdimi? Qonşumuzu eləmişdimi? Yaşıdlarımı eləmişdimi? Yox, eləməmişdi. O zaman niyə təkrarlayıram? Niyə təkrarlayıram? Niyə bu axına qapılmışam, gedirəm? Dünyada min cür axın var, yəni. Sosial şəbəkələr var. Yəni, yaxşı şey ötürdüyü çox nadirən olur. Çox nadirən yaxşı şeylər də ötürür. Bir şeylər ötürür. Moda ilə yarışdırır, geyimlə yarışdırır, maşınla yarışdırır, qolumuza taxdığımız saatla yarışdırır. Hər şeylə yarışdırır bizi. Və biz də axına qapı, onu da almaq istəyirik, bunu da almaq istəyirik, onu da almaq istəyirik. Normallaşır sanki, yəni. Və normallaşır. Normallaşır, sanki belə olmalıymış kimi. Bəli. Hamı o axına qoşulur. O, bir var içindən gələrək eləyəsən, məntiqli eləyəsən, bir də var ki, axına qapılıb eləyəsən. Əminəm ki, insanlar biz bir şeyləri düşünsək, sorğulasaq, çox gözəl bir söz bu, sorğulasaq, elədiyimiz bəzi şeylər dəyişəcəyik. Ümumiyyətlə kəsəcəyik, dayandıracağıq, eləmədiklərimizə başlayacağıq, elədiklərimizin biraz versiyasını, formasını, metodunu dəyişəcəyik. Bəzən bu tərəfə gedərkən bu tərəfə gedəcəyik, 180 dərəcə istiqamətimiz dəyişir. Bir dənə sual sorursaq özümüzə ki, bu elədiklərim məqsədimə aparırmı? Məni ya da uşağımı? Yəni, problem də oradan başlayır ki, fərqində olmuruq. Fərqində olmaq. Sorğulamırıq. Elə bacarıqlarımız yoxdur bəlkə də və o bacarıqlar da kiçik yaşlardan artıq formalaşdırılmalıydı. Yəni, amma gec deyildi artıq. Bu podkastlar siz bu... Əslində o fərqində olsa insan başlayacaq. Siz və sizin kimi insanlar buna çalışır da, düzdür? Yəni, bu podkastlar, bu mövzuya bənzər mövzu, mən bəlkə də 5 yerdə, 10 yerdə danışmışam, yəni. Yenə danışılmalıdır. Yəni artıq insanların qabağına çıxır o Instagramda, o bəyənmədiyimiz Instagramda, YouTube'da bu şeylər çıxır. Bunlar bu tərəfi də var, faydası da var. Dinlədinsə qulağından buraxmamalısan o tərəfə. Yəni burada biz bir biznes ideyası bunu eləsəz, bir ay ərzində milyoner olacaqsınız desək, dörd gözlər dörd açılar yəni. Hə, yəni bu uşaqla bağlı danışır. Milyonlar, yəni kimə desək 2 milyon verəcəm uşağını verərmi yəni? 3 milyon verəcəm uşağının gözünü ver. Kim verər? 10 milyon verəcəm uşağının böyrəyini ver. Kim verər? Düzdür, verən taplar, o qədər vicdansız taplar, amma təklikdə o da istisnadır. Hə. Amma heç kəs verməz uşağının böyrəyini, gözünü, nə bilim, qaşını, heç nəyini verməz yəni. Amma bu qədər bəs paha biçilməz türklər demiş. Milyonlarla ölçülməyəcək bir dərəcədə bir vacib bir mövzu ilə bağlı zaman, düşün. Zamanı nəyə xərclənir? Nəyə gedir uşaq həmin zamanda nə yaşayır? Nə görür? Biznes plan deyə bir şey var da. Məsəl üçün biznesə başlayanda müəyyən qədər biznes uğursuzluqların və uğurları olan birisi olaraq deyirəm ki, yəni plansız başladığın zaman çox səhv eləyirsən, yəni çox pul xərcləyirsən. Yəni 10 manata olası şeyə 100 manat xərcləyirsən. Çünki plansız başlamışdın. Yəni biznesə də planla başlayırsa ki, biznesmi, övladmı? Əlbəttə ki, övlad. Bunu hamı deyər, baxın. Hamı deyir ki, əlbəttə ki, övlad. Yəni sual soruşduğun üçün pis baxarlar adama. O zaman bəs biznesə plan var, uşağa niyə yoxdur plan? Uşağın asudə vaxtında niyə plan yoxdur? Məsələn, asudə vaxtında, ayda oturublar 2 nəfər yetişkin, asudə vaxt danışırlar. Bəli, çox önəmlidir. Bəli. Çox önəmlidir. Çünki orada öyrənəcəyi şeylər, uşağın evdə öyrənəcəyi var, küçədə öyrənəcəyi var, məktəbdə öyrənəcəyi var. Bitdimi? Bitmədi. Kənarda öyrənəcəyi şey var, kursda öyrənəcəyi var, təlimdə öyrənəcəyi var, düşərgədə öyrənəcəyi var. Bunların hamısını planlaşdırmaq lazımdır. Hamısını planlaşdırmaq lazımdır. Bəli. Bəzilərinə imkanımız çatmayacaq. Bu videonu izləyənlərin bəzilərinin düşərgəyə imkanı çatmayacaq. Hə, düşərgələrin qiymətləri dəyişir. 300 manat, 400 manat, 500 manat, 1000 manat, 1800 manat. Hər qiymətdə düşərgə var. 150 manata da var bəlkə. 150 manata da düşərgə. Amma düşərgə olmasa uşaq yetişməyəcək deyil. Nəyə gücüm çatırsa. Ev şəraitində belə nəyə gücüm çatırsa. Bəli. Yəni, məsələn, mən bugün yemək istəyirəm deyək ki, steak yemək istəyirəm. Amma qabağımda bozbaş var. Steak yeyə bilmirəm deyə bozbaşdan vaz mı keçirəm? Yox, ac qalmamaq üçün onu yeyirəm də, düzdür. Demək ki, hamısını eləyə bilməmək tamamından vaz keçmək deyil də. O zaman uşağım üçün də, yəni sayılan 10 dənə şey varsa, bəli. Mən ola bilər onun 4-ünü eləyə bilməyəcəm, 6-sını eləyim, 7-sini eləyim. Mənə uyğun olanı 3-ünü eləyim. Nə qədərini eləyə bilirəmsə, o qədərini eləyim. Amma ən azından niyyətimi bəlli eləyim. Məsələn, bizdə olub ki, düşərgə üçün valideyn zəng elib, deyib ki, mən 3 ildir göndərmək istəyirəm, amma göndərə bilmirəm də, bu qədər yığa bilmişəm pul. Bir dənə o yığa bilmişəm sözü, demişəm qurban deyə, sən bu qədər istəmirsən və pul yığmısansa uşağı düşərgə. Mən onu o endirimi eləməmək də vicdansızlıq olar. Yəni, ən azından öz adıma deyirəm. Yəni. Amma niyyətini göstərib, mən demişəm ki, sadəcə, bax, istəmək. Bir müəllimimiz var, deyir ki, elə bir istəyəcəksiniz ki, o şey yoxdursa dünyada Allah onu yaradacaq. Yəni. Möhtəşəm bir istəmək
üfqüdür də bu. Elə bir istəyəcəksiniz ki, yoxsa da Allah yaradacaq. Olacaq. Yəni istəyincə olur. Ha, istəyincə olmaya da bilər. Varsın düşərgə olmasın. Varsın nə bilim filan şey AVM olmasın. Yəni falan hansısa əyləncə mərkəzi olmasın. Amma park ki olur. Özümüz ailəvi olaraq o düşərgəni təşkil eləyə bilərik. Yəni Özümüz oyunları o da təşkil ola eləyə bilər. bilərik. Yəni Oynaya parka bilərik get, uşaqlarla ən azından. futbol oyna, voleybol oyna, yəni bir şey. Bəli. Ya o niyyət Qohumlarıyla, olandan sonra məhəllə mən uşaqlarıyla. bəli, mən deyirəm ki, bu dövrdə pul qazanmaq qədər bu dövrdə məncə bizim dövrümüz xoşbəxt, yaxşı insan olmaq çətindir. Amma məncə bu dövrdə ən asan şey pul qazanmaqdır. Çox fürsət var. Bir balaca oturub fikirləşmək lazımdır və təbii ki, özünü inkişaf etdirmək lazımdır, sözsüz ki. Əziyyət lazımdır, işləmək lazımdır. Hər kəsin imkanları eyni deyil. Pul qazanmaq daha asandır. Nəinki digər məsələlər. Yəni vaxt ayırsaq, vaxt ayıra bilsək, niyyətlənsək, vaxt ayıracağıq. Onun üçün pul da tapacağıq bir şəkildə. Yəni uşağa telefon alan adam, bax uşağa telefon, zaten bir səhvdir burada edib. Böyük bir səhv edib uşağa telefon. Uşağa telefon alan adam başqa falan şeyə pulumu çatmadı deməməlidir. Orada demək lazımdır ki, lütfən səmimi olaq, yəni. Lütfən dürüst olaq. Yəni buna telefon tapmısansa, telefon almaq, pul tapmısansa, deməli digər də məşğuliyyətlərə də. Çünki ona inandın. Ona dedin ki, mənim uşağımın sinifində hamının telefonu var, mənim oğlumun yoxdur, mənim qızımın yoxdur. Dedin, önəminə inandın və getdin aldın, tapdın aldın. Demək ki, önəminə inanmaq lazım. Demək ki, o birisinin önəminə inanmırsan, vacibliyinə inanmırsan. Bəli. Ev şəraitində bəzi oyunlar təşkil eləmək olar, valideynlər eləyə bilər. Hətta birini deyim, bir xanım var idi, xüsusi qab düzəldi. Qabın içinə də xırda kağızlarda tapşırıqlar yazıb doldurub. Hər gün üçün bir tapşırıq var da orada, yəni indi aylıq mı düzəltmək olar, neçə ay üçün ya illik mi düzəltmək olar, düzdür buna da vaxt lazımdır. Yəni qısa-qısa eləmək olar onları. Məsələn, birinə yazıb ki, bugün gül şəkli çək, bugün bir tapmaca düşün və sonra onu izah elə. Bugün nəsə düzəlt. Yəni və bütün bu prosesin özü uşaq tərəfindən əyləncəli şəkildə qarşılanır. Uşaq buna maraqla qatılır və eyni zamanda bu bir rutin halına çevrilir. Yəni bir alışqanlıq yaranır ki, hə, gündə məsələn mən bunu da eləməliyəm. Yəni bu şəkildə burada fərqli oyunlar var ki, bəli, eləmək olar. Yəni sadəcə bu videonu izləyən bir adam bu oyunu tapa bilər yəni. Bəli. Bir həftə ümumiyyətlə uşaqların olanda çox uzun müddəti yox, qısa müddət eləmək daha yaxşıdır. Çünki uşaqlardakı həyəcan, yorğunluğu. O da düzdür. Əslində uzun müddət olan sıxıcı gələ bilər. Bəli, o bizə çox maraqlı kimi gələ bilər. Amma qısa olması yaxşıdır ki, elə tapşırıqlar yerləşdirəsən ki, hər gününki özü bir maraq. Fərqli. Uşaq maraqla gözləyir, görürsən sabah nədir? Sabahki tapşırıq nədir? Maraqla gözləyir. Bax sadəcə bu bir həftədən bir yeniləmək olar oyunları. Bu videonu izləyən bir adam belə bir dənə oyun öyrənə bilər. Yəni əslində o bizi uşaqlardan qoparan o telefon eyni zamanda bizi uşaqlara bağlayacaq çox gözəl şeyləri də daşıyır içində axtarsaq. YouTube-da yazsaq ki, məsəl üçün nə bilim, hansı dildə də yazsaq çıxar. Azərbaycan dilində də belə yazsaq məncə çıxar ki, evdə oynanacaq oyunlar, ev oyunları, home games, sallıram, ən basit ingiliscə ilə ya da nə bilim türkçə yazsan, ev oyunları yazsan bir şey çıxar yəni. Ən qədər şey çıxar və evdəki ləvazimatlarla hazırlayacaq bir şeylər çıxar. Sadəcə niyyət məsələsi. Bayaq ki dediniz, o düzəltdiyi kartonun özü belə ona o qədər şey öyrədir ki, əslində biz düşünürük ki, riyaziyyat deyəndə ancaq rəqəmlər, ancaq hesablamalardır. Bunun özündə bir riyaziyyat var. Bu masanın özündə bir riyaziyyat var. O kəsməkdə, o biçməkdə bir riyaziyyat var. Amma çox təəssüf ki, bəzən məktəblərdə belə həmin o dərslərə üstünlük verilmir. Həmin dərslərin yerində ənənəvi o riyaziyyat etdiyimiz keçib. Riyaziyyat keçən müəlliməni alqışlayır ki, o qədər yaxşı müəllimədir. Valideynlər deyir ki, nəyə lazımdır? Məsələn, orada nə yapışdıracaq, nə edəcək? Əmək təlimində də deyir, riyaziyyat keçir. O qədər qayğı keçir, o qədər can yandıran. Amma bunu istəməyən valideynlər də var ki, əksinə istəyir ki, o əmək olsun, rəsm olsun. O uşaq deyək ki, yumru bir kağız kəsməlidir. Bu kağızı yumru kəsə bilməyin yolunu tapmalı. O özü, bəli. Sabah bir gün işləyəndə, ona bir problemlə üzləşəndə oturub fikirləşə biləcək, bu gün necə həll edə bilərəm? Müdirin yanında getməyəcək ki, bunu elə bilmədim, problem çıxdı, getməyəcək yəni ki, bu işçində heç kəs istəməz yəni. Yəni bir görüm özüm nəyə bilirəm bax. Özüm nəyə bilirəm deyən bir adam lazımdır hamıya. Sabah o problem həll eləməkdə də uğurlu olacaq. Madəm ki biz valideynlər olaraq istəyirik ki, uşaqlarımız yaxşı işlərdə işləsin, imkanı olsun, sadəcə oranı düşünürük də təəssüf ki, yəni düşünürüksə belə deyək. Bunun üçün də vallah bu lazımdır yəni. Ən bəsit düşüncə yaxşı pul qazansındırsa, bunun üçün də bu dediklərimiz lazım. Uşağın o müəyyən qabiliyyətinin inkişafı lazım. Yəni sadəcə riyaziyyat qurtarmayacaq uşağı. Yəni o problemi həll eləmə yönümlü
yanaşma qabiliyyəti də uşaqda mütləq formalaşmalıdır. Düzdür. Bu oyunlar demişkən siz indi düşərgələr təşkil eləyirsiniz. Orada kiçik yaş uşaqlar da var, böyük yaş uşaqlar da var. Ümumiyyətlə uşaqların həm fiziki, həm psixoloji olaraq eyni zamanda da sosial bacarıqlarına yəqin təsir eləyən orada oyunlar təşkil olunur. Uşaqlar özləri hansı oyunlara maraq göstərirlər? Hansı oyunlardan zövq alırlar? Müşahidələriniz maraqlıdır. Uşaqlar bu sual bir maraqlı bir sualdır. Orada iki dənə məsələ var. Bir var, uşaqlar əslində hər oyundan da belə deyək, hər oyun uşağa maraqlı ola biləcəkkən uduzmaq və geri qalmaq qorxusu ilə sadəcə daha yaxşı bacardıqları oyunlara maraqlı olurlar. Məsəl üçün, mən deyək ki, indi rəsm çəkməyə başlasam, mən bilirəm ki, yaxşı çəkə bilməyəcəm. Sözsüz ki, əgər xüsusi qabiliyyətim də yoxdursa... Ondan qaçacaqsınız. Ondan qaçacağam, yəni ki, ayıblayarlar. Məsəl üçün, niyə dil müəllimiyəm? Niyə insanlar ingilis dilini ya da hər hansı bir xarici dili öyrənməkdə çətinlik çəkir? Çünki səhv eləməkdən qorxur. Uşaqlar da bunu, məsələn, bizdə talant show eləyirik. Tonqal ətrafında axşam çox maraqlı olur. Onu yarış kimi eləmirik. Ən yaxşı oxuyan, ən yaxşı rəqs eləmirik. Çünki onu eləyəndə uşaq qorxacaq ora çıxmağa ki, birdən yaxşı rəqs eləməsəm. Amma sonra görürlər ki, ora kim çıxsa alqışlayırıq. Çünki kim çıxsa, əla, super şeylər, alqış, qiyamət qopur orada. O da ürəklənir. Mən də çıxım da, yəni, əgər buna alqışsa, bu yapdıysa mən də yaparım. Yəni, və ki, hansı oyunlardan zövq alırlar, hansı oyunları daha yaxşı bacarırlarsa onda. Amma belə də, ümumiyyətlə, olan uşaqları futbolu daha çox sevirlər təbii ki. Komanda oyunları oynadırıq. Survivor yarışını, yəqin Türkiyədə olan Survivor çox adam izləmişdir. Parkur oyunları deyirik, belə uzun da mərhələli oyunlar. Belə daha yaxşı olar, mərhələli oyunlar. 3-4 mərhələ olur, komanda olaraq onu keçirlər. Bəzən orada tək başına elədikləri şey, o oyunları çox sevirlər. Çünki onlar daha öncə oynamayıblar. Gündəlik həyatda oynamadıqları oyunlardır və böyük ehtimal düşərgənin xaricində heç oyunlar oynamıyor. O qədər də yayğın oyunlar deyil, bizim orada hazırladığımız oyunlar. Bu oyunlarda çox maraqlı olurlar. Orada da udan da oluyor, 3 komandadır, 4 komandadır, 6 komandadır. Təbii ki, düşərgədə 6 komanda falan olur ən az. Hərəsində 6-7 uşaq. Əlbəttə ki, bir komanda qalib olur o gün. 5 komanda uduzu deməkdir. Orada uduzmağı da öyrənir. Bunu da bilməlidir. Məsələn, biz orada onlara öyrədirik ki, siz uduzanda, məsələn, mən uşaqlara deyirəm ki, uduzub pis olub ağlaya da bilərsən. Bu ola bilər. İnsanlıq halıdır, ayıb bir şey deyil. Amma ağlayıb kiməsə əsəbləşə bilməzsən, nəyisə vurub qıra bilməzsən, bu əşya sənin deyil. Kiməsə vura bilməzsən, onun günahı deyil. Lap onun günahı belə olsa, siz komandasınız. Udanda da komandasınız, uduzanda da komandasınız. Burada sizin verməniz gerəkən reaksiya odur. Hissləriniz yatışandan sonra onu da nəzərə almaq lazım ki, bu uşaq əsəbləşə bilər də, normal bir şeydir. Əsəbləşmə, üzülmə. Ağlamaq olmaz. Uduzubsa, bırax bir zəhmət, üzülsün yəni. Üzülməsə pisdir, arsız deməkdir. Yəni demək ki, heç nə umurunda deyil də, bu qədər də olmaz. Amma ondan sonra dedik ki, fikirləşin ki, baş-başa verin ki, biz niyə uduzduq, harda ilişdik, gələn dəfə bunu eləməyək, gələn dəfə belə eləyək. Bunun üstündə işləyək. Orada o zaman olacaqsınız komanda, o zaman güclənəcəksiniz. Və bəzən görürsən ki, uşaqlar onlara o duyğu düşüncəni verəndə onu eləyirlər və onun da motivasiyasından da ona hazırlaşıblarsa, əgər məsləhətləşiblərsə, bir güc hiss edirlər özlərində. Artıq biz məsləhətləşmişik, biz zəif yönlərimizi bilirik, bu dəfə düzəldəcəyik. Baxırsan ki, həqiqətən də komanda qalib gəlir ki, və orada tam o inanc yerinə düşür ki, bax biz məsləhətləşdik. O komanda eyni komanda sonra yenə uduza bilər, o ayrı məsələ. Amma oradan bir-birlərindən qazandıqları şey, balacalar da olur, böyüklər də olur, bir-birlərinin haqqını tapdalamırlar. Balacadır, o kənara yox, belə bir şey yoxdur. Böyükdür, mənə qayğı göstərsin, o da yoxdur. Yəni qayğı da var, amma haqq, hüquq da var, hüdud da var. Yəni belə bir-birlərini sərhədlər. Ədalət çərçivəsində. Ədalət çərçivəsində. Hüseyn bəy, günümüzün aktual mövzularından biri də bu texnoloji vasitələrdir. Biz hətta Ceyran xanımla da podkastımızda bu ekran məruziyyətidir, ekran asıllığıdır. Bunlardan danışmışdıq. İstəyirəm indi bu vaxtın idarə olunması ilə onlar da birbaşa bağlıdır deyə sizin də fikrinizi alaq. Çünki bu necə eləyək ki, bizim uşaqlarımızın vaxtını bu texnoloji vasitələr, televizor, planşet, telefon və s. zəbt eləməsin. Bunun indi faydalı tərəfləri də var. Yəni bundan onsuz da uzaqlaşdırmaq uşaqları mümkün deyil. Çünki cəmiyyət indi ona doğru gedir. Amma mümkün olan bir şey ki var, biz valideynlər bundan düzgün istifadəni gərək öyrədək uşaqlara. Bu zaman yəqin ki, faydasını əldə eləyə biləcəklər. Yəni faydalı olan kontentlərdən nə lazımdırsa onu əldə eləyəcəklər. Yəni bəs ziyanlarından necə qoruyaq, necə eləyək ki, zəbt eləməsin bu texnologiya? Dediniz ki, başına valideyn olaraq nə etməliyik? Bax, işte biz nə etməliyik? Biz nəsə eləməliyik? Niyə nəsə eləməliyik? Çünki bir çox valideyn eləyə bilmir.
Məsələn 8-ci sinif uşağın, 7-ci sinif uşağın valideyni mənə deyir ki, müəllim, telefon ala bilmir ki uşağın əlindən. Çıldırıram Şəbnəm xanım onda. Yəni 7-ci sinif uşaq 13 yaşı var deməkdir. Yəni bir valideyn deyir ki, uşağın əlindən telefon ala bilmirəm. Bu artıq asılılıqdır. Bu asılılıq, və asudə vaxtı da uşağın elə ona sərf olunur demək ki. Valideynin heç 1 qram hörməti yox deməkdir. 1 qram təsir gücü yox deməkdir. Yəni bu uşaq 18 yaşında. O tərəfi, bəli. O tərəfini deyirəm mən. Bəli. Yəni 18 yaşında bu uşaq valideyni çırpar əlindən telefon alsan. Ya 13 yaşında, 12 yaşında, 6 yaşında, hər yaşdan uşaq var ki, valideyn vallahi söyləyəm, uşaqla telefon ala bilmir ki. Onlar gətirək yanımıza. Deyirəm, sən uşağı boş ver, sən özün gəlin. Yəni sən anlamalısan, sən o evdə nəsən, kimsən? Kim səndən də keçdi? Nəsən sən o evdə ki, uşağın əlinə telefon ala bilmirsən? Birincisi, yəni telefon ümumiyyətlə texnologiya deyəndə planşet var, kompüter var, televizor var, telefon var. Telefon ümumiyyətlə uşağa alınmamalı. Yəni smartdan gedir söhbət. Bu da smart telefonlardan gedir söhbət, rəqəmsal telefondan gedir söhbət. Alınmamalıdır. Bu birinci səhvdir, alınırsa. Çünki ikinci səhv sosial şəbəkənin yüklənməsidir. Instagram, TikTok, nə bilim Facebook. Çünki yəni valideyn biz Instagramda qabağımıza çıxan hər videoya baxırıqmı ya, baxa bilirikmi? Çox ədəbsiz videolar çıxa bilər. Yəni yetişkin insanıq, yəni bizim üçün artıq görmədiyimiz, bilmədiyimiz bir şey yoxdur. Yəni düşün ki, o uşaq biz filtr qoymuşuq. O TikTokların, Instagramların arxasında yüzlərcə, minlərcə insan var ki, sənin övladın o telefonu yerə qoymasın deyə onlar hər cür hoqqadan çıxırlar, oyundan çıxırlar. Hər cür şey hazırlayırlar. O filtrlərini aşacaq şeylər də hazırlayırlar, içəriklər, kontentlər hazırlayırlar. Dolayısıyla sənin o qoyduğun filtr də işə yaramayacaq və o kontentləri görən uşaqlar görməmiş uşaqdan fərqlənəcək. Yəni o uşağın görmüş halı və görməmiş halı fərqli olur yəni. Birincisi o telefondan uzaq tutmaq lazım. Bu bir. İkincisi də hər hansı bir planşetdə, kompüterdə olsa, nə də olsa mütləq müddət olması lazım. Demək lazım ki, gün ərzində 40 dəqiqə oynayacaqsan, 1 saat oynayacaqsan. Burada valideynin qətiyyəti yoxdursa, uşaq valideynin dediyini eləməyəcək. Məsələn, orada valideyn görək deyək ki, uşaqla məşğul olmalıdır, məşğul ola bilmir. Neynir? Verir planşeti, telefonu əlinə, özü rahat-rahat öz işinə məşğul olur. Öz işi hər nə olsa belə o planşet, o telefon uşağa verilməməlidir. Yəni öz işi nə qədər müqəddəs bir işlə də məşğul olsa belə, ki genəldə elə olmur, o evin təmizliyi uşağın zehin təmizliyindən, psixoloji təmizliyindən daha vacib tutulur. Evi rahat təmizləsin deyə ana verir telefonu. Ata bilməm işinin nəyini düzəltmək üçün uşağın psixologiyası xarab olur. Yəni verir əlinə. Yəni nə atanın, nə ananın düzəldəcəyi, sərgiyə salacağı, nə bilim, neyini heç bir şey uşağın psixologiyasına daha vacibdir. Çünki o psixologiyanı sonra sən bir 10 il sonra düzəltməyə çalışacaqsan. Pul tökəcəksən, hələ bu yaxşı ehtimaldır. Bəlkə fərqində belə olmayacaq. Bu kimi belə də insanlar var. Ona görə birincisi verilməməli. Verildisə sosial şəbəkə olmamalıdır. Yəni sosial şəbəkə varsa mən o valideynə ümumiyyətlə heç nə demək istəmirəm. Daha nə hallar varsa görsün. Çünki uşaqlarına eləyə biləcəkləri ən böyük pisliyi eləyiblər, ən böyük pisliyi eləyiblər. Onu heç kəs qurtaramaz. Nə bu podkast, nə Hüseyn 10 dəfə də bu video çəkilsə, onları heç kəs qurtaramaz. O uşaqların sosial şəbəkəsi varsa, mənim deyəcəyim heç bir söz yoxdur. Amma telefon var, planşet var, kompüter varsa, onlarda müddətli olmalı, 1 saat. Valideyn deyir ki, okey, oğlum, indi telefonun vaxtı bitdi, ya da planşetin neysə bitdi, indi keçirsən kitab oxumağa, indi oynayırım, indi divara baxırsan, boş oturursan, darıxırsan, nə inirsən, amma telefonu, planşet, o televizor bağlanır, sönür. Bunu eləməsi lazım valideyn. Qətiyyət odur ki, qəti şəkildə, ciddi şəkildə deməli və oradan geri addım atmalıdır. Uşaq ağlayır, valideyn oturub baxsın. Zaten uşaq ağlayırsa, demək ki, bir sürü boşluq buraxılıb ağlaya-ağlaya istəyir. Yəni, normal kiçik yaşlarından qətiyyət qoyulsa, uşaq ağlamayacaq. Çünki biləcək ki, ağlamaq da bir fayda vermir. Uşaq 3 dəfə ağlayar, Şəbnəm xanım, bir şey istəmək üçün. 3 dəfədən sonra, 3 dəfə yoxlayar. Bəli, görəcək ki, işə yaramır. Ağlamayacaq yəni. Bu 3 məsəl üçün, bu 2 də ola bilər, 4 də ola bilər. Amma 12 deyildir məsəl üçün. 12 dəfə ağlamaz uşaq. Əgər ilk 11-də verməmişiksə, 12-ci dəfə ağlamayacaq. Uşaq o mövzuda bizdən daha ağıllıdır. Gör ki, bu 3 dəfədən sonra olmadı. Nəysə, 4-cüdə boş yer özümü ağladıb, yormayım özümü. Ona görə valideyn o başda bilsə ki, yenə deyirəm, bax, yenə gəlir fərqindəlik. Yenə valideyn anlamalıdır ki, bu telefon uşağa o pimi çəkilib verilən bomba kimi bir şey. Əlinə bomba vermişik. 7 saniyə müddəti var yəni. Partlayacaq əlində. Buraxsa. Uşaq da buraxacaq yəni bir yerdən sonra.
Yəni bunun valideyn bilsə ki, mənim pasiyentim vardı bir xanım, gənc bir xanım, 23-24 yaşlarında bir xanım idi. Pasiyentlə danışanda o etik qaydalara riayət etmək lazım. Ona oyda falan eləyə bilməsən, reaksiya bildirə bilməsən. Məsələn, o xanım demişdi ki, 5-ci sinifdə oxuyanda indi o danışdıqca mən təxmin etməyə çalışıram. O neçənci illərdir. Saxlı birdən soruşuram neçənci ildir falan deyə də bilmirəm ki, axıcı danışsın da atam elə açılmışkən danışsın deyə. Bir polifonik telefonlar, yəni rəngli ekran telefonlar yeni çıxanda bir pornoqrafik video göstəriblər xanıma. Ondan sonra onda o maraq yaranıb. Psixologiyada erkən cinsəl oyanma deyə bir ifadə var. Az yaşda uşaqların, yəni erkən, vaxtından erkən cinsəl oyanma başlayır uşaqlarda. Bəzi uşaqların davranışlarına baxırsan, uşaq deyə bilmirsən yəni. Oğlan uşağı deyə bilmirsən, qız uşağı deyə bilmirsən. Çünki o erkən oyanmalar tez başlayıb artıq. Bayağı bir erkən başlayıb. Hal hərəkətləri, dəyişik danışıqları da hərəkətindən hiss olunur. Və o xanımda artıq cinsəl doyumsuzluq başlamışdı yəni. Özümü kontrol edə bilmirəm yəni. Və artıq yəni istəmədiyim insanlarla da bunu edə bilirəm. Yəni gətirib bir dənə gördük, bax bir dənə pornoqrafik video göstərmişlər küçədə kimsə və polifonik telefonlar olan vaxtlar. Bəlkə də bu videonu izləyən valideynlərin bəziləri heç o polifonik telefonları görməyiblər yəni. O qədər gəncdilər. Yəni biz amma uşağın əlinə o polifonik telefonlardan 1000 dəfə daha güclü bir telefon vermişik. Adını da qoymuşlar valla, telefonda filtr var. O filtri aşmaq 2x2 qədər asandır yəni. Və sən uşağın əlindəki o telefondan uşağını məhv eləmə potensialı olacaq bir şey vermirsən, çəkilmirsən kənara. Valla mən sinifdə hamının var, ona görə almışam. Yəni sinifdə hamı özünü dərədən atsa, pəncərədən atsa, sən də atacaqsın. Çünki o telefonu vermək ondan çox da fərqli bir şey deyil yəni. Dünyasını məhv edirsən, psixologiyasını məhv edirsən yəni. Sabah bir gün quracağı ailəni, münasibətləri, özünün fərdi xoşbəxtliyi, hər şeyini məhv edirsən. Bəzən valideynlər sadəcə uşaqları tək buraxırsa, məktəbə tək buraxır, tək gedəcək, tək gedəcək deyə nəzarət eləmək üçün. Düyməli telefon bəs eləyir. Biz o şəkildə çözmüşük. Oğlum da mənə deyir ki, ata, bəlkə telefon alasan və s. İndi o artıq bilir ki, almayacam, amma prosta yoxlayır, bir oyun dadında yoxlayır. Mən dedim ki, oğlum bir dənə yol var sən. Neynəsəm alarsan? Deyirəm bir dənə yol var. Deyir, nədir? Deyirəm böyümək. Böyüyəndə alacam. Bəs belə bir şey də var ki, adətən qadağan olunanlara daha da maraq artır. Daha da inadlaşırlar uşaqlar. Arta bilər. Neynəyəcək inadlaşır? Maksimum gelib babasının, nənəsinin telefonu oynaya bilər. Orada da babanın, nənə ilə danışsan, o da ildən aydan bir dəfə ola bilər. Gelib öz telefon mu alacaq yəni? Düzdür. Maraq ola bilər, amma... Ya da ki, ən azından alınıbsa belə, o sosial şəbəkələri yığışdırmaq lazımdır. Onlara ciddi nəzarət eləmək lazımdır. Uşaq nəyə baxır, necə vaxt keçirir? O varsa Instagramı, iş çox türklər demiş, vahimdir. Amma uşağa yoxdur deyən, yox olmaz deyəndə də izah eləmək lazımdır yəni. Bəli, nə üçün yox? Məsələn, burada deyirəm, bu videonu izləyib, bəlkə də məndən fayda götürməsələr də izləyənlər, bu filmdən götürəcəklər. The Social Dilemma deyə bir film var. Social Dilemma. Orada Facebook'un, Twitter'ın, Instagram'ın ən təpəsində vaxt ilə işləyib, indi istifa verib çıxan adamlardır. Danışılır, bir 45 dəqiqəlik səhv eləmirəmsə, ya da 90 dəqiqəlik filmdir. Oğlumla izlədik, çox maraqla izlədik, pür diqqət izlədik. Orada elə bir ki, sənədli film və film dadında bir şey ediblər. Bir ailəni təsvir ediblər. Həm də eyni zamanda mütəxəssislər. O like-ı çıxardan adam danışır. Məsələn, Facebook'dakı like-ı nə niyyətlə çıxartmışdıq, nəyə niyyət, nəyə qismət, kimə niyyət, kimə qismət, belə bir söz var. Nəyə niyyət, nəyə qismət olub. Yəni deyir ki, düşünmədiyimiz tərəfləri çıxdı. Çox gözəl bir film. Onu mütləq bütün ailələr 10 yaşından, 9 yaşından yuxarı uşaqlarını oturub izləyə bilər. Gərəksə arada saxlayıb soruşsunlar. Ümumiyyətlə film bitəndən sonra soruşsunlar ki, nə başa düşün. Hə, uşaqdır bu. Deyəcəksən, 5 gün sonra yenə istəyəcək telefonu. Amma texniki olaraq bilməlidir ki, anam, atam niyə mənə telefon almaq istəmir? O zaman kənardakına da çox da niyyətlənməyəcək. Görəndə gedib baxmaq da istəməyəcək. Biləcək ki, nəsə burada bir... O yadında qalacaq, o beyninin bir tərəfində qalacaq ki, bu nəsə yaxşı bir şey deyil yəni. Çünki o film çox professionalca çəkiblər. Üzərinə bizim də danışmamız lazım. Bax canım mən səni çox sevirəm. Telefon almamağım sənin sevməmlə, sevməmlə əlaqəli deyil. Bax başqa şeylər alıram, alacam da. Çünki mənim məsuliyyətimdəsən, bu mənim borcumdur. Minnət də qoymuram, sən böyüyündə sən başına da vurmayacağam. Bunu bax mən sənə belə elədim, belə yedirdim, belə içirdim də deməyəcəm. Amma bu yox. Bunu da buna görə. Səni çox istədiyim üçün, istəmədiyim üçün yox. Yəni səbəblər var da, türlü səbəblər. Valideyn deyir ki, müəllimlər vallahi tapşırığı telefonla göndərir. Valideyn deyir. Aciz və cılız bir səbəb. Abi sənin telefonun. Ümumiyyətlə müəllim niyə birinci telefonla göndərir? Bu ayrı bir məsələ. İndi amma o mövzuya girməyəcəm. Göndərsə də sənin telefonun, uşağın telefonundan göndər yəni uşağa. Sənin telefonuna göndərsin yəni.
Səhifəni mi göndərir, şəkli mi göndərir, hər nədirsə. Yəni bu bir yolu var tapılma, amma telefon rahatdır da. Şəbnəm xanım. Uşağın dırdırı yoxdur. Mənim telefonuma göndərsə aparıb bu telefonu qoymalıyam uşağın qabağına, özüm telefonsuz qalacağam. Bu problem yoxdur. Uşaqla oynamaq zorunda deyiləm, vaxt ayırmaq zorunda deyiləm, parka aparmaq zorunda deyiləm, əziyyət çəkməyəcəm. Telefon bir çox problemi həll edir dırnaq arasında deyək. Ona görə də valideynlər verməyə meyillidir, nəinki verməmək. Amma bilmək lazım ki, verəndə nə olur, verməyəndə zərərli nə olur. vərdişlərində Verməyin zərəri nədir, verməməyin zərəri nədir dırnaq arasında. O nisbətlərə baxmaq lazımdır. Kəsinliklə. Onu qoyub qabağımıza ölçüb biçməmiz lazım. Yarım saat fikirləşmək lazımdır. Hüseyn bəy, yeniyetməlik dövrü çoxuna çətin gəlir. Əslində heç də asan dövr deyil. Yeniyetmələr çünki özlərinin axtarışında olurlar və bu axtarış zamanı da səhv anlaşıla bilirlər. Tamam başqa aləmdə olurlar və nəticədə bəzən kənardan hətta qıcıqlananlar da olur. Valideynlərlə münasibətlərdə də qarşıdurmalar olur və s. Və bu asudə vaxt məsələsi, eyni zamanda yeniyetməlik, valideyn nələrə diqqət eləsin bu mövzuda? Uşağı 3 yerə bölürlər, 3 dövrə. 7. İlk 7 yaş, ikinci 7 yaş, üçüncü 7 yaş. Bu İslam fəlsəfəsində də var. Belə bir çox fəlsəfədə də var, yəni. Ümumiyyətlə fəlsəfələr insanı araşdıran şey olduğu üçün ortaq məxrəcləri ola bilər. İslamda da var filan, inancda da var. Ola bilər yəni. Psixologiyada da var, İslamda da var. Ola bilər çünki ikisi də insanı araşdırdığı üçün eyni nöqtəyə gəlib çıxa bilərlər təbii ki də. Deyir ki, ilk 7 il uşağa padişah kimi davranın. Çünki şəxsiyyətinin formalaşdığı yaşlarıdır. Hansı ki bizim cəmiyyətdə adamdan sayılmayan yaşlı uşaq. Uşağın ilk 7 yaşı. İkinci 7 yaşında deyir ki, qul kimi davranın. Üçüncü 7 yaşda dost kimi davranın. O ilk 7 yaşında padişah kimi davranılan uşağın ikinci 7 yaş artıq o ergənliyə düşür, o keçid dövrünə düşür. Yeniyetməlik dövrünə düşür. Həmin o ilk 7 il yaxşı keçibsə, o dövrdə rahat keçir. Yəni, üsyan daha az olur. Niyə? Çünki qarşısında görür ki, onu anlayan, onu anlamağa niyyətlənən, onunla danışan, diyaloqa keçən, onu dinləyən bir valideyn var. Bayaq deyəcək, məsəl üçün, valideyn harada dayanmalıdır? Yəni, dayanıb dinləmək qədər asan bir şey yoxdur, amma eyni zamanda bu qədər çətin bir şey də yoxdur. Dinləyən, qoy saçmalasın. Saçmalığını da dinləyən. Gör ki, saçmalığını nə saçmalıyır. Pis danışan nə pis danışır, yəni. Dinləmək lazım. Yəni, dinləmədən biləməzsin, bəlkə yaxşı deyəcək, yəni. Ki, yaxşı şey də deyə bilər. O yetişkinlik dövründə, uşaqların ümumiyyətlə yeniyetməlik dövründə kənara meyl eləyən yaşıdır. Məsələn, o dövrdə mənim oğluma dediyim bir sözü mən yox, Şəbnəm xanım desə, oğluma daha çox təsir edəcək. Mən pedaqoqam, psixoloqam və s. Bunlar hamısı qaldığı bir qıraqdır. Mən bir başqasının övladına daha yaxşı təsir eləyərkən, başqasına mənim övladıma daha yaxşı təsir edə bilər. Mən də dinləyən, danışan, bayaqdan saydığımız o yaxşı valideynəmsə, illah ki, mən də təsir eləyəcəm. Amma uşaq mənim evdə hər halımı gördüyü üçün, telefonla oynadığım halımı da görür, nə bilim, yatıb qaldığım halımı da görür, saçım başım dağınıq da görür, əsəbləşərkən də görür, hər halımı görür. Ona görə o təsir gücü istər-istəməz düşür. Pərdə müəyyən qədər yırtılır. Ona görə də uşaqla pərdəni saxlamaq lazımdır. Yəni, uşağın da olsa müəyyən qədər pərdə, ümumiyyətlə, hər kəsinə pərdə saxlamaq lazımdır. Ən yaxınla belə müəyyən qədər pərdə saxlamaq lazımdır ki, çünki hər kəsin bir-birinə təsir gücü olmalıdır müəyyən qədər. Amma bu yaşlarda daha yaxşı olar ki, mən uşağıma bir şey anlatmağa çalışıram. Deyək, kitab oxumalıdır. Mən deyə bilərəm ki, Sərxan, bir gün uşaqlarla bir yerdə görüşək. Kitabı sən danış da Muhsinə. Kitab haqqında sən danış. Ya da bu aralar Muhsin oyuna çox qurşanıbdır. Sən bir balaca danışa bilərsən ki, oyun necə, hər şeyin balansı var. Mən danışmışam, bir də sən danış. Yəni, valideynlər bunu istəyə bilər, bunu eləyə bilər. Yəni, o dost ailələr olur, kurslar olur, təlimlər olur. Uşağın çox sevdiyi müəllimlər, məsələn, tanıdığım elə insanlar var ki, deyir ki, uşağın müəllimlə hazırlaşmağa başlayır. Riyaziyyat dərsidir, yəni. Hazırlaşmağa başlayır. Müəllimə o qədər candan, o qədər şəxsiyyət kimi görür ki, qabağındakı uşağı. Uşaq bayılır, yəni, o dərsi. Yəni, həftədə 3 dəfə olmalısa 5 dəfə dərsə girir. Valideyn deyir ki, xərci də artır olmağını, amma deyir ki, buraxıram ki, qoy girsin. Müəllimə uşağın şəxsiyyətinə də təsir edir. O qədər. Və deyir ki, bəzi şeylər var, müəllimə əvvəlcədən deyirəm, o desin uşağa. Mən deyəndə bilirəm ki, qırğın çıxacaq. Eyni şeyi deyəndə qırğın çıxan, orada müəllimə deyəndə uşaq deyir, yaxşı. Yəni, bu valideynlər bu kənardan başqa birini, da ona yaxın olan başqa birini. Kənardan bir də. Amma uşağın da qəbul edəcəyi bir idol kimi qəbul edəcəyi birisi. Hər hansı bir
qohum, qardaş yoxdur. Nə falan xala, falan dayı yox yəni. O uşaq o falan xalanı, falan dayını sevməyə bilər. Yəni o falan xala, falan dayı da saçma sapan bir şey deyə bilər uşağa. Belə mən də falan mən də sənin yaşında valideynin o doğru hesab elədiyi fikri dəstəkləyən kimsə gərək. Bəli, yəni o işdə düzgün doğru üslub. Bəli. Doğru üslubda deyə bilən birisi olması lazım. Yəni Qurani-Kərimdə də belə bir şey var. Kavl eləyin, peyğəmbərlərə belə deyir ki, Allah kavl eləyin, yumşaq bir ifadə ilə deyin. Yəni o üslub çox önəmli bir şeydir. Yəni sən gözəlsən sözünü bir xanıma elə deyərsən, çantanı başına yeyərsən, elə deyərsən, xoş qarşılayır. Yəni ona görə ən gözəl sözü belə pis deyə bilər bir insan. Bəli. Ona görə yaxşı deyə biləcək birisi. Yoxsa uşağa belə qaşını gözünü yaracaq, hə mən sənin yaşına falan şey eləmişdim, belə bir uşağın xoşuna gəlməyəcək, saçma sapan bunu əzib özünü yüksəldən ifadələrlə yox, amma düzgün deyə biləcək bir şey daha yaxşı olar və yaxşı olar ki, valideynin özü danışmaq istəyirsə, kənarda danışsın. Evdə yox, çıxsınlar, parkda oturub danışsınlar. Gəlib oradasa oturub bir kofe içib danışsınlar. Eyni mühit, bəzən mətbəx, evin mətbəxi ya da evin salonu danlanan yer kimi olur. O elə bir ki, otağın başqa bir funksiyası olur. Yemək bişən və danlanan yer. Divara qıslanan yer. Belə bir yerə dönüşə bilir ev. Ona görə bir balaca yaxşı olur. Çünki məkan dəyişməkdə hər zaman bir şey vardır. Bir fayda vardır, xeyir vardır, bərəkət vardır, belə deyək də. Yəni dəyişiklikdə hər zaman fayda vardır, xeyir vardır. Bunun belə bir fəlsəfəsi də var bunun. Feng Shui deyirlər Çinlilər buna. Əşyaların, yəni fizikinin insana verdiyi enerji. Məsələn, evdəki əşyaların yerini dəyişəndə insana da xoş gəlir. Adi məsələn, kompüterin ekrandakı şəklini dəyişirsən, adam enerji verir yəni. Ona görə o yer, təbdil məkan, yerin dəyişikliyində fayda olar. Gedib kənarda başqa bir yerdə danışmaq. Belə bir dialoq kimi, nə bilim, o aradakı rəsmiyyəti qaldırmaq lazımdır. Məsələn, seanslarda, psixoloji seanslarda psixoloqla pasiyent danışan eyni səviyyədə oturması lazım. Yəni orada onun da çox etik qaydalar var. Yəni məsələn mən oturmuşam deyək ki, özüm ceyran dərisindən bir dənə kresloda, onda bir dənə quru bir dənə stul vermişəm. Bu direkt artıq aramızda məsafə yaratdı. O məndən danışmaz yəni. Zaten mənə danışmağa gəlib. Heç kəsə danışmadığını, düşünmək istəmədiyini belə mənə danışmağa gəlib. Yəni bütün ayıb bildiyi hər şeyi elədiyi, bütün qələtləri də belə deyək arasında deyirəm, özünün elə düşündüyü, elədiyi, qələt elədiyin, düşündüyü şeyləri danışmağa gəlib. Amma mən oturmuşam ceyran dərisindən kresloda, quru bir yerdə oturum, o mənə danışmayacaq böyük ehtimal. Arada məsafə qoydum. Uşaqla da yəni o göz səviyyəsi deyirlər, uşaqların adətən göz səviyyəsinə enmək heç olmaz. Halim bir səslə, gözəl bir tonla belə bir danışdırıb qıdıqlaya yavaş-yavaş uşaqların sözü almaq lazım. O yaşlar biraz oradan qopa bilər də uşaq bizdən kənara meyl eləyib. Çünki bizə gəlməzsə kənara gedəcək. Zamanını nəyə xərcləyəcək? Getdiyi kənarın da yaxşı olması lazım. Bəli. Amma bizdən qurtulmaq üçün hər hansı bir kənara da qaça bilər. Qoy kənar olsun, yetər ki, bura olmasın deyib yanlış kənara da gedə bilər. Ona görə itirə bilərik uşağı. Bəli. Yəni sonrasında geri qazanmaq da olar, ayrı məsələ. Amma qazanana qədər nələr itirəcəyik, o da ayrı məsələ yəni. Hüseyn bəy, çox sağ olun. Mən sizi maraqla dinlədim və əminəm ki, digər bizi izləyən bütün valideynlər ki var, böyüklər ki var, hər biri üçün faydalı və maraqlı oldu. Valideynlər küsməsə yaxşıdır. Valideynlər bizdən küsməsin. Sərt danışmış ola bilər, amma bu bəzi şeylər sərt danışılmalı, oyanmaq üçün. Doğru bilinən yanlışlar çoxdur. Yəni biz birlikdə hər birinin öhdəsindən gəlməyə çalışırıq. İdeal insan da yoxdur. Mən razıyam pis adam olum. Yəni linç olum, razıyam. Linç olum, amma adam kimsə məndən zəhləsi getsə belə bir şeyə oyansa mən buna sevinərəm. Bu da vacib deyil Hüseyn sevilsin. Vacibdir ki, o uşaq daha doğru bir davranış, daha doğru bir yanaşma görsün. Niyyətiniz çox gözəldir və bu ancaq alqışlanasıdır əslində. Çox sağ olun, təşəkkür edirəm. Gəldiniz, dəyərli vaxtınızdan ayırdınız. Sizə kiçicik bir hədiyyəmiz var. Çox sağ olun. Qəbul eləyin. Xoş günlərdə işlədərsiniz. Hədiyyələşmək sevgini artırar. Ona görə çox sağ olun, təşəkkür edirəm. Buyurun, xoşdur. Uşağın vaxtı sadəcə adi vaxt deyil, onun uşaqlığıdır, onun gələcəyidir, onun həyatıdır və bu zamanı necə xərcləməyimiz, bu zamanı necə keçirməyimiz onun həyatını formalaşdırır. Buna görə də biz valideynlər gərək ki, diqqətli olaq, gərək ki, öz zamanımıza da, onların zamanına da hörmət eləyək və çalışaq ki, onlar üçün o yaxşı imkanı, o yaxşı mühiti və o yaxşı zamanı düzüb qoşa bilək. Siz Smart Sağlam İnkişaf platformasının təşkilatçılığı ilə Valideyn Bələdçisi podkastını izlədiniz. Növbəti görüşlərədək sağ olun.